Salam, hər vaxtınız xeyir. Növbəti dərsimiz ədədi və həndəsi sillərə aid məsələlər. Birinci sualda deyilir ki, sonsuz həndəsi sillənin cəmi 2-dir. Yəni, S bərabərdir 2. Birinci həddin silsilə vuruğundan 10 dəfə böyük olduğunu bilərək, yəni B1 Q-dan 10 dəfə böyükdür. B1 bərabərdir 10Q-ya. Silsilənin birinci həddini B1-i soruşur. Sonsuz həndəsi sillənin cəm düsturu S bərabərdir B1 bölünsün 1 minus Q. Burada yerinə qoyuruq 2 bərabərdir. B1-in yerinə 10Q bölünsün 1 minus Q da olduğu kimi qalır. Burada onu 2-yə böləndə 5 dəfə, 1 dəfə çarpaz vururuq. 1 minus Q bərabərdir 5Q-ya. 6Q bərabərdir 1. Q da olacaq 6-da 1. Bizdən birinci ədəd soruşulur. Birinci ədəd B1 10Q-dur. Onu 6-da 1-ə vururuq. Olacaq 5 böl 3. A variantı. İkinci sualda sonsuz həndəsi silsənin cəmi 3-dür. S bərabərdir 3. Birinci həddin silsilə vuruğundan 5 dəfə böyük olduğunu bilərək. Yəni B1 bərabərdir 5Q-ya. Silsilə vuruğu Q-nu soruşur. Sonsuz həndəsi silsənin cəm düsturu S bərabərdir B1 bölünsün 1 minus Q. 3 bərabərdir 5Q bölünsün 1 minus Q. Çarpaz vuranda 3 minus 3Q bərabərdir 5Q. 8Q bərabərdir 3-ə. Q da olacaq 3 böl 8. Bizdən də Q soruşulur. Cavab A variantı. Üçüncü sualda 13-ə bölünən bütün iki rəqəmli ədədlərin cəmini soruşur. 13-ə bölünən ən kiçik iki rəqəmli ədəd 13. Növbəti ədəd 26. 39. 13 gələndə üstünə olacaq 52. Belə də yaza bilərik. İki rəqəmli ədədləri baxaq. 13 gələndə 65. 13 gələndə 78. 13 gələndə üstünə olacaq 91. Yəni ən sonuncu 13-ə bölünən iki rəqəmli ədəd 91-dir. Bu sırada 3, 4, 5, 6, 7 ədəd var. Deməli biz bu 7 ədədin cəmini tapmalıyıq. Sn bərabərdir A1 üstəgəl AN böl 2 vur N. S7 bərabərdir A1-imiz 13, A7 91 böl 2 vur 7. 91 və 13 verir bizə 4, 104. 104'ü 2'ye bölüb 7'ye vuracağıq. 52. 7'ye vuranda 364. Yəni B variantı. Dördüncü sualda 11'ə bölünən bütün iki rəqəmli ədədlərin cəmini soruşur. 11'ə bölünən ən kiçik iki rəqəmli ədəd 11'in özü, sonra 22, ən sonuncusu olacaq 99. Deməli, bu sıradakı ədədlərin sayını tapsaq, n bərabərdir. Sonuncudan birincini çıxarıq. Bölürük aralarındakı fərqə, üzərinə 1 gəlirik. Yəni, n bərabərdir AN minus A1 bölü D üstəgəl 1 düsturuna görə. 99 minus 11, 88. 11'ə böləndə 8, üzərinə 1 gələndə 9. Deməli, biz bu 9 ədədin cəmini tapmalıyıq. S9. S9 A1 üstəgəl A9 bölü 2 vur 9. A1 11, A9 99 bölü 2 vur 9. 110 2'ye bölüb 9'a vururuq. 55 9'a vuranda olacaq 45. 4 yadda 45 üzərində 4 gələndə 49. Yəni 495. Düzgün cavab B variantı. 5-ci suala baxırıq. Ədədi silsilənin fərqi 6-ya bərabərdir. D bərabərdir 6. Və 16-cı həddin 30%-ni təşkil edir. Yəni 6. 16-cı həddin, 16-cı həddimiz bilmirik neçədir. A16-nın 30%-nə bərabərdir. Yəni A16-nı 30-a vurub 100-ə böləndə 6 alınır. Yəni silsilə fərqinə bərabər olur. Buradan sıfırlar ixtisar gedir. 3 A16 bərabərdir 60. A16 bərabərdir 20. Bizdən silsilənin birinci həddini soruşur. A16 bərabərdir A1 üstəgəl 15'dir. 20 bərabərdir A1 üstəgəl 15 vur 6.
15'i 6'ya vuranda 90. Buradan A1 bərabərdir -70. Deməli silsilənin birinci həddi -70'ə bərabərdir. Baxırıq 6 nömrəli suala. Müəyyən həcmli kolbaya salınmış bir bakteriya 1 saniyədən sonra 2 bakteriyaya parçalanır. Baxın, ilk birinci saniyədə kolbaya bir bakteriya salındı. Deyir ki, hər saniyədən sonra 2 bakteriyaya parçalanır. Bu bir bakteriya parçalanır 2 bakteriya. Yeni yaranan bakteriyalardan hər biri də 1 saniyədən sonra 2 bakteriyaya parçalanır. Baxın, bir bakteriya salınıb kolbaya, 1 saniyədən sonra bu 2 bakteriyaya parçalanır. Sonra yenə 1 saniyə keçir. Bunların hər biri 2 bakteriyaya parçalanır və bu proses belə davam edir. Birinci bir bakteriya salınmışdı. Çevrildi 2 bakteriya. Sonra 2 bakteriya neçə bakteriya çevrildi? 4 bakteriya. B3 bərabərdir 4. Və bu belə davam edir. Nəticədə bütün kolba 128 saniyə ərzində bakteriyalarla dolur. B128 bərabərdir. B128 də bakteriyalarla dolur, qutarır yəni. Kolba dolur daha doğrusu. Bn nə idi? Bn bərabərdir. B1 vurulsun Q üstü n-1. B128 bərabərdir. B1 vurulsun Q üstü 127. B1'imiz 1'dir. Q silsilə vuruğu. Buradan tapanda B2 bölü B1 yəni 2'dir. 2 üstü 127. Deməli, kolbada 2 üstü 127 sayda bakteriya var. Sonra deyir ki, əgər əvvəlcədən kolbaya 8 bakteriya salınsaydı, baxın, əvvəlcədən yəni B1'imiz 8 bakteriya salınsaydı, bu kolba nə zaman dolardı? Neçinci saniyədə dolardı? B1 əvvəlcədən 8 olsaydı, silsilə vuruğu 2 olduğuna görə 8 vur 2 B2 olacaq 16. Və B128, daha doğrusu 128 deyil, Bn bərabərdir. Yəni ümumi 2 üstü 127'ye bərabər olmalı. Çünki bu kolba bu qədər bakteriya tuta bilir. 2 üstü 127. Bn'imiz də B1 vurulsun Q üstü n-1'dir. Bunun yerinə yazıram 2 üstü 127. B1'im 8'dir. Q da silsilə vuruğu 2'dir. Yəni 16'nı 8'e böləndə 2. 2 üstü n-1. 2 üstü 127 bərabərdir. Bu 2'nin kubu deməkdir. 2 üstü 3. Bu n-1 ilə toplayıram. Bu bizə verir 2 üstü 127 bərabərdir. 2 üstü n üstə gəl 2. Əsasları eynidir. Qüvvətlər də bərabər olmalıdır. 127 bərabərdir. N plus 2'yə. N də olacaq 125. Deməli, 125-ci saniyənin sonunda dolasıydı. Cavab olacaq C variantı. 7-ci suala baxırıq. 4'ə bölünən, 400-dən böyük olmayan bütün natural ədədlərin cəmini soruşur. 4'ə bölünsün, amma 400-dən böyük olmasın. Ən kiçiyi 4, 8, 12 və 400-dən böyük olmasın deyə, deməli, ən böyüyü 400-dür. Əvvəlcə bu sıradakı ədədlərin sayını tapırıq. 400-dən çıxaram 4'ü, bölürəm aralarındakı fərqə, üzərinə 1 gəlirəm. 400'dən 4 çıxanda və yaxud da belə yaza bilərik. 400 bölü 4, 100. Çünki burada 4 bölü 4 də 1 eləyir. Bu 1 ilə bu 1 də islah gedir. Yəni 100 dənə ədəd var. S 100 lazımdır bizə. A1 üstə gəl A100 bölü 2 vur 100. Birinci ədədimiz 4, sonuncu ədədimiz 400, bölürük 2'yə, vururuq 100'ə. 404'ü 2'yə böləndə 202, vururuq 100'ə. Olacaq cavab D variantı. Yəni 20.200. 8 nömrəli suala baxırıq. 5'ə bölünən 300'dən böyük olmayan bütün natural ədədlərin cəmini soruşur. 5'ə bölünən ən kiçik natural ədəd 5'in özü. Bunlar 5-5 artır. 300'dən böyük olmasın deyilsə, deməli ən böyüyü 300'dür. Əvvəlcə bu sıradakı ədədlərin sayını tapırıq. 300'dən 5 çıxarıq, bölürük aralarındakı fərqə, üzərinə 1 gəlirik. Bu düsturu biz natural ədədləri və adi onluq kəsrlərində istifadə etmişdik. Deməli, düstur necədir? Əslində ədəd silsilə mövzusundan gəlir bu düstur. Yəni AN-dən çıxırıq A1'i, bölürük aralarındakı fərq silsilə fərqinə, üzərinə də 1 gəlirik.
300-dən 5 çıxanda 295. 5'e bölüb üzərinə 1 gəlməliyik. Olacaq cavab 60. 60 ədəd var. Deməli biz S60'ı tapmalıyıq. Yəni 60 ədədin cəmini. A1 üstəgəl A60 bölü 2 vur 60. A1'imiz 5, A10, A60 daha doğrusu 300 bölü 2 vur 60. 60'ı 2'ye böləndə 30. 300'ün üzerine 5 gələndə 305. Olacaq 5, 1, 91, 50 var mı? 9150. Yani B variantı. Dokuz nömrəli suala baxaq. Sonsuz həndəsi silsilənin ilk 2 həddinin cəmi 5'dir. Sonsuz həndəsi silsilədə ilk 2 həddinin cəmi, yəni B1 üstəgəl B2 bərabərdir 5'e. Bütün hədlərinin cəmi isə, yəni S 5'dan 3'də 1'dir. Bizdən silsilənin vuruğunu soruşur. Deməli, S bərabərdir B1 bölünsün 1 minus Q. B1 üstəgəl B2'ni açıram. B1Q bərabərdir 5. Buradan B1 orta quruq çıxır. 1 üstəgəl Q bərabərdir 5'e. Deməli, B1'in tapsaq olacaq 5 bölünsün 1 plus Q. Yerinə qoyaq gətirib burada. S'in yerinə 5'dən 3'də 1 yazıram. Yəni 3'də 16 bərabərdir. B1'in yerinə yazıram. 5 böl 1 plus Q. 1 plus Q ilə məxrəcə yazılır. 1 plus Q. Məxrəcdə də 1 minus Q var idi. Bunlar vurulacaq. İndi çarpaz vursaq 1 minus Q kvadratı bərabərdir. 1 minus Q kvadratı vurulsun 16 bərabərdir. 5 vur 3 15. 1 minus Q kvadratı bərabərdir 15 böl 16. Q kvadratı 1'dən 16'da 15 çıxanda 16'da 1. Q'da olacaq plus minus 4. Yani C variantı. 10. sualda sonsuz azalan həndəs silsilənin ilk 2 həddinin cəmi B1 üstəgəl B2 4/2'də 1'dir. Bütün hədlərinin cəmi isə 6'dır. Onun vuruğunu soruşur. S bərabərdir B1 bölünsün 1 minus Q. Buradan B1 üstəgəl B1Q bərabərdir 4/2'də 1, yəni 2'də 9 alırıq. B1 orta quruq çıxır. 1 üstəgəl Q bərabərdir 9 böl 2. S'in yerinə 6 yazıram. Bərabərdir. Buradan deməli nəyi tapaq? B1'i tapaq. B1'i tapanda və yaxud çarpaz vursaq bunları nə alırıq? Çarpaz vuranda 2 B1 1 üstəgəl Q bərabərdir 9'a. B1'in özünü tapanda B1 olacaq. 2'də 9 vurulsun 1 plus Q. Şimdi burada getirip B1'in yerine yazıram ki 9 bir dəqiqə. O 1 plus Q məxrəcdə olmalıdır. Deyirəm, axı bir uyğunsuzluq yazmışam. 2'nin yanında olmalıdır 1 plus Q. İndi getirip burada yerine qoyuruq. B1'in yerine yazıram. 9 böl 2 vur 1 plus Q. Məxrəcdə də 1 minus Q var idi. Bunlar vurulur bir-birinə. 6'nı çarpaz 2'ye vuranda 12 vurulsun. 1 plus Q'nu 1 minus Q'ya vuranda 1 minus Q kvadratı bərabərdir 9. 1 minus Q kvadratı 12'də 9. 1 minus Q kvadratı 3 böl 4. Q kvadratı 1'dən 4'də 3 çıxanda 4'də 1. Q'da olacaq plus minus 2'də 1. Yəni Y variantı. 11 nömrəli sualda deyilir ki 17-95 aralığındakı tək ədədlərin cəmini tap. Ən kiçiyi 17, sonra gəlir 19 və ən böyüyü elə 95'dir. Əvvəlcə sayını tapırıq. 95'dən 17 çıxıram. Aralarındakı fərqə bölürəm. Üzərinə 1 gəlirəm. 8, 7. 78 böl 2 üstəgəl 1 olacaq 40. Deməli bu 40'dır ədədin cəmini tapmalıyıq. A1 üstəgəl A40 böl 2 vur 40. A1'im 17, A40 95
böl 2 vur 40. 40'ı 2'ye böləndə 20. 17 və 95-də olacaq 112. 112'ni 2'ye vuranda 224, yanında da 0. Yani 2240 B variantı. 12 nömrəli sualda 12-82 aralığındaki cüt ədədlərin cəmini soruşur. En kiçiyi 12, sonra 14 cüt dediyinə görə en böyüğü de 82. 82 deyib 87 yazırım. Bu sıradaki ədədlər hansılardır? Daha doğrusu sayın tabaq. Sonuncudan birincini çıxıram, bölürəm aralarındakı fərqə, üzərinə 1 gəlirəm. 82 minus 12, 70, 2'ye böləndə 35, 1 gələndə 36. S 36. Bu 36 ədədin cəmini tapmaq üçün A1 üstəgəl A36, yəni 12 üstəgəl 82 böl 2 vur 36. Olacaq 94 böl 2 vur 36. 36'nı 2'ye 18 dəfə 18 vur 94. Son 2 ilə qutaranlar da çoxdur. 90'ı 20'ye vursaq 1800, 1800'e yaxın, amma bu 20 deyil. Deməli, neçə ola bilər? 1692. 1692 B variantı. 13 nömrəli sualda 30'dan böyük və 5'e bölündükdə qalıqda 2 alınan bütün iki rəqəmli natural ədədlərin cəmini soruşur. 5'e bölünən ən kiçik ədəd 5'in özü, düzdürmü? Amma qalıqda 2 alınması üçün həmin 5'in üzərindən, yəni 5'e bölünən ədədin üzərindən mütləq 2 gəlməliyik ki, qalıq 2 versin. Yəni həmin ədəd 7'dir. Əgər qalıq 3 desəydi, həmin qalıq üzərinə gəlməliydik. Qalıq 4 desəydi, qalığı üzərinə gəlməliydik. İndi 30'dan böyük deyir. 30'un özü 5'e qalıqsız bölünür. 30'dan böyük 5'e böldükdə qalıqda 2 alınan 32'dir. 32. Çünki 32'ni 5'e böldükdə qalıq 2 verir. Sonraki ədəd olacaq 37. Çünki 35'in özü 5'e qalıqsız bölünür, amma üzərinə 2 gələn 37, 5'e böldükdə qalıqda 2 alınır. Və ən böyüyü 2 rəqəmli 95 5'e qalıqsız bölünür, üzərinə 2 gələndə 97, qalıq 2 verir. Bizdən bu ədədlərin cəmini soruşur. Sonuncudan əvvəlcə sayı lazımdır bizə. Sonuncudan birincini çıxırıq, bölürük aralarındakı fərqə, üzərinə 1 gəlirik. 65 böl 5 üstəgəl 1. 65'i 5'e böləndə 13, üzərinə 1 gələndə 14. S 14 bərabərdir. 32 üstəgəl 97 böl 5 vurulsun 14. 5 nə idi? Estağfurullah. Böl 2 düstura əsasən vur 14. 97 və 32 9 129, 14'ü də 2'ye böləndə 7. 7 vur 9 63, 6'ya da 14 0. Deməli 903 olacaq cavab C variantı. Baxırıq 14 nömrəli suala. 50'dən böyük və 5'e bölündükdə qalıqda 1 alınan bütün iki rəqəm natural ədədlərin cəmini soruşur. 50'dən böyük olsun, amma 5'e böldükdə qalıqda 1 alınsın. 50'nin özü 5'e tam bölünür, amma 50'dən böyükdür. Deməli 51 olacaq. Çünki demişdik ki, biz 5'e bölünməsi üçün ədəd sonu və 0 və 5 ilə qurtarmalıdır. Əgər qalıq 1-dirsə, qalıq neçədirsə, həmin qalıq mütləq bölünən ədədin üzərinə gəlinir. Deməli ən kiçiyi 51'dir. Çünki 51'i 5'e böldükdə qalıqda 1 alınır. Sonraki 5-5 artacaq 56. Çünki 55 5'e qalıqsız bölünür, amma üzərinə 1 gələndə 56 qalıq 1 verir. 2 rəqəmli dediyinə görə ən böyük olacaq 96. Çünki 95 sonu 5 ilə qutarır, 5'e bölünür, amma 95 üzərinə 1 gələndə, yəni həmin qalığı gələndə 96 qalıq 1 verir. Əvvəlcə bu sıradakı ədədlərin sayını tapaq. 96 minus 51 böl aralarındakı fərq, üzərinə 1 gəlirik. Olacaq 45, 5'e böləndə 9, üzərinə 1 gələndə 10. 10 dənə ədəd var. S10. Birinci ədəd üstəgəl sonuncu ədəd bölürük 2'ye, vururuq 10'a. 7, 14, onu 2'ye böləndə 5. 35 3 yadda 735, yəni C variantı. 15 nömrəli suala baxırıq. Ədədi silsilə təşkil edən 3 müsbət ədəd. X,
y, z olsun. Bu 3 müsbət ədədin cəmi 18-dir. X üstəgəl y üstəgəl z bərabərdir 18-ə. Bu ədədlərə uyğun olaraq 1, x plus 1, 4, y plus 4 və 12, z plus 12 əlavə etsək, bu ədədlər yazıldığı sırada həndəsi silsilə təşkil edəcək. Həndəsi silsilə təşkil edirsə, deməli y plus 4-ün kvadratı x plus 1 və z plus 12-nin hasilinə bərabərdir. Bizdən əvvəlki 3 ədədin hasilini soruşur, yəni x vur, y vur, z. Biz bilirik ki, əgər bu x, y, z ədədi silsilə təşkil edirsə, y, x üstəgəl z-in yarısına bərabərdir. X üstəgəl z olacaq 2y. İndi yerinə yazsaq burada, x üstəgəl z-in yəni 2y yazanda 2y üstəgəl y bərabərdir 18. 3y bərabərdir 18-ə, y olacaq 6. Y 6-dır, x üstəgəl z də 6 vur 2, 12. İndi burada y-in yerinə 6 yazanda 6 plus 4, 10. Kvadratı 100. Vurub açırıq, x, z üstəgəl 12x üstəgəl z üstəgəl 12. 100, 12-ni sol tərəfə keçirdirəm. Buradan x-i tapıram. X nəyə bərabər olacaq? 12 minus z. 12 minus z vurulsun z. Üstəgəl 12 vurulsun. X-in yerinə yazıram 12 minus z. Üstəgəl z, üstəgəl 12 yoxdur. Keçirmişdik çünki sol tərəfə. Buradan davam edirik. 88 bərabərdir 12z minus z kvadratı üstəgəl 144 minus 12z üstəgəl z. 12 z-lər islah getdi. Haycan. Buradan deməli mənfi z kvadratı üstəgəl z üstəgəl 144 minus 88 bərabərdir 0. Mənfi z kvadratı üstəgəl z üstəgəl 14-dən 8 çıxanda 6, 56 bərabərdir 0. Hər tərəfi mənfiyə vursaq, z kvadrat minus z minus 56 bərabərdir 0. Köklər 7 və 8-dir. Cəmi müsbət 1 verməlidir. Deməli 7 mənfidir. 7 mənfi bu kənar kökdür. Deməli z olacaq 8. Z 8-dirsə, x-imiz 12 minus 8 4-ə bərabərdir. X üstəgəl z də 12, 12-ni də 2-yə böləndə 6. Y də 6-dır. Bizdən əvvəlki 3 ədədin hasilini soruşur. Yəni x vur, y vur, z soruşur. X 4-dür, y 6-dır, z də 8. 4 vur 6, 24. 24-ü vuracaq 8-ə. 2 dəfə. 3 yadda 16, 19. Yəni 192 Y variantı. 15 nömrəli suala baxırıq. Ədədi silsilə təşkil edən 3 müsbət ədədin cəmi 18-dir. Yəni x üstəgəl y üstəgəl z. Yəni ədədlərimiz x, y və z-dir. Bunların cəmi deyir ki 18-dir. 18 yox 15. Çünki biz 15-ci sualı yazmışıq. Bu 16-cı sual idi. Deməli bu ədədlərdən ikincisinə 3. Ədədlərimiz x, y, z idi. İkincisinə 3 əlavə edirik. Üçüncüsünə 10 əlavə edirik. Birincini isə olduğu kimi saxlasaq, bu ədədlər həndəsi silsilə təşkil edir, deyir. Həndəsi silsilə təşkil edirsə, y üstəgəl 3-ün kvadratı, x və z üstəgəl 10-un hasilinə bərabərdir. Əvvəlki 3 ədədin hasilini soruşur. Biz bilirik ki, əgər x, y, z ədədi ardıcılıqdırsa, ədədi silsilə əmələ gətirirsə, y, x üstəgəl z-in yarısına bərabərdir. Buradan x üstəgəl z 2 y-ə bərabərdir. Baxaq görək. Y x üstəgəl z böl 2. Və yaxud da təkcə y. Aha, var da bizdə ədədlərdə. X üstəgəl y üstəgəl z də 15-dir. X üstəgəl y üstəgəl z 15-ə bərabərdir. Burada x və z-in yerinə 2y yazsaq, 2y üstəgəl y 3y bərabərdir 15-ə. Y olacaq 5. X üstəgəl z də 2 vur 5, 10. Y-in yerinə 5 yazıram. 5 üstəgəl 3, 8. Kvadratı 64.
vurub açsaq, xz üstəgəl 10x. İndi burada nə edirik? X-i tapsaq, x 10 minus z-ə bərabərdir. X 10 minus z-dir. Bunu hələ ki vurub açmıram. Y-in yerinə 5 yazırdıq. 5 üstəgəl 3, 8, kvadratı 64. X-in yerinə 10 minus z yazıram. Mötərizədə də 10 plus z var. 64 bərabərdir 100 minus z kvadratı. Z kvadratı 100-dən 64 çıxanda 36. Z də olacaq 6. Z 6-dırsa, x 10 minus 6 4-dür. Y-imiz də 5 idi. Bu 3 ədədin hasili, yəni 4 vur, 5 vur, 6 olacaq 120. Baxaq variantlara. B variantı. 17 nömrəli suala baxırıq. Ədəd silsilənin birinci həddi 2-yə, A1 bərabərdir 2, ikinci və üçüncü hədləri isə uyğun olaraq 2 ardıcıl natural ədədin kvadratlarına bərabərdir. Ədədlərdən birini n deyirəm, digəri olsun n plus 1, çünki ardıcıl natural ədədlərdir. Bunların kvadratlarına bərabərdir, yəni n kvadratı, digər də n plus 1-in kvadratı. Silsilə fərqi d-ni soruşur. Biz bilirik ki, ədədi silsilədə A1, A2, A3 ardıcıl hədlərdirsə, burada A2, A1 və A3-ün ədəd ortasına bərabərdir. Yəni A1 üstəgəl A3 böl 2. Yerinə qoyuruq. A2 n kvadratı, A1 2, A3 də n plus 1-in kvadratı. Bölünsün 2. Çarpaz vuranda 2 n kvadratı bərabərdir 2 üstəgəl n kvadratı üstəgəl 2n üstəgəl 1. N kvadratı minus 2n minus 3 bərabərdir 0-a. Köklər 1 və 3 cəmi müsbət 2 verməlidir. Deməli 1 mənfidir. İndi deməli silsilə fərqini soruşur bizdən. Rəngi dəyişim. N-ə bir dəfə -1 versək, N-ə -1 verək görək hədlərini alarıq. A1 bərabərdir 2-yə, A2 bərabərdir -1-in kvadratı 1, A3 də bərabərdir -1 üstəgəl 1, 0. Sonra 3 qoysaq, A1 2, A2 3-ün kvadratı 9, A3 isə 4 plus 3 plus 1, 4-ün kvadratı 16. Baxın, deməli, burada 2 minus 1, 1, 1 minus 0, 1. Burada silsilə fərqi -1-dir. Burada isə silsilə fərqi 7-yə bərabərdir. Burada bizə nə soruşur? Silsilə fərqini soruşur. Cavab 7. Burada -1 kənar kökdür. Çünki demişdik ki, ardıcıl natural ədədin kvadratları cəminə bərabərdir. Ona görə biz yəni n-in yerinə -1 verə bilmirik. Çünki bizim 3-cü həddimiz 0 olur. 0 da natural ədəd deyil. Ona görə d -1 ola bilməz. D-nin aldığı qiymət 7-dir. Yəni C variantı. 18 nömrəli suala baxırıq. Ədədi silsilənin birinci həddi -7. A1 -7. İkinci və üçüncü hədləri uyğun olaraq 2 ardıcıl natural ədədin kvadratları cəminə bərabərdir. Tək natural ədədin. Birincisinə deyirəm n kvadratı n kvadratı. Məsələn, ardıcıl tək də olsa, cüt də olsa aralarındakı fərq 2-dir, düzdür? Məsələn, 3, 5, 7 və yaxud 2, 4, 6, yəni tək də olsa, cüt də olsa aralarındakı fərq 2-yə bərabərdir. Burada da ədədlərimiz olacaq n-lə n plus 2, bunların kvadratları. Yəni ikinci həddimiz n kvadratı, üçüncü həddimiz n plus 2-nin kvadratı. Yenə eyni qaydada A2 bərabərdir A1 üstəgəl A3 böl 2. N kvadratı bərabərdir -7 üstəgəl n plus 2-nin kvadratı. Bölünsün 2. 2n kvadratı bərabərdir -7 üstəgəl n kvadratı üstəgəl 4n üstəgəl 4. N kvadratı minus 4n üstəgəl 3 bərabərdir 0. Köklər 1 və 3-dür. Cəmi müsbət 4, hasili 3 verir. Bir dəfə n-in yerinə 1 qoyacağıq. N1-i 3 qəbul edək. Daha doğrusu 1 dedim, 3 yazıram. 1 qəbul edək. Birinci həddimiz olacaq -7. İkinci həddimiz 1.
Üçüncü həddimiz də 9. Sonra n bərabərdir 3 olsa, A1 olacaq -7, A2 9, A3 də 25. Burada silsilə fərq D, A2 minus A1 müsbət 8 və yaxud A3 minus A2 9 minus 1 8. Digərində silsilə fərqi 9 minus -7 16 və yaxud 25 minus 9 yenə 16. Deməli, silsilə fərqi 2 tam qiymət ala bilər. Bunlar 8 və 16'dır. Cavab olacaq A variantı. Burada baxın, 2 ardıcıl natural ədədin kvadratlar demişdi. Yəni baxın, 1 də 9 da naturaldır. Həmçinin 9 və 25 də naturaldır. Yəni ikinci və üçüncü həddən söhbət gedirdi. Yəni şərtimizi ödəyir. Baxırıq 19 nömrəli suala. 19 nömrəli suala baxırıq. Hədlərinin sayı cüt olan sonlu həndəs silsilənin cüt yerdə duran hədlərinin cəmi 30, silsilə vuruğu 3 olarsa, silsilənin bütün hədlərinin cəmini soruşur. Cüt yerdə duran hədlərinin cəmi 30-dur deyir. Yəni B2, üstə gəl B4, üstə gəl B6, üstə gəl bilmirəm neçə dənədir, bərabər deyir 30. Silsilə vuruğu Q3'dür. Bütün hədlərin cəmini soruşur. İndi burada B2'ni hər birini elə açmalıyıq ki, təkcə Q qalsın yanında. B2'nin yerini yazıram B1 vur Q. B4'ün yerini yazıram B3 vur Q. Çünki biz BM bərabərdir. BK vurulsun Q üstü M minus K düsturunu bilirik. Və yaxud da BN bərabərdir B1 vurulsun Q üstü N minus 1. Biz burada B1'ə görə açmadıq. Q'ları eyniləşdirmək istədik. Hamısında Q'nu eyni saxladım. Q dərəcəsi 1 olması üçün deməli B3 şəklində yazılmalıdır. B6'nı da B5 vurulsun Q şəklində açdım. Bərabərdir 30. Buradan Q'nu orta quruq çıxartdım. B1 üstə gəl B3 üstə gəl B5 üstə gəl bərabərdir 30'a. Q verilib bizə 3. 3 vurulsun B1 üstə gəl B3 üstə gəl B5 üstə gəl bərabərdir 30'a. Deməli B1 üstə gəl B3 üstə gəl B5 30 böl 3 ona bərabərdir. Buradan görürük ki, cüt yerdə duran hədlərin cəmi 30'dur. Tək yerdə duran hədlərin cəmi də 10'dur. Bütün hədlərin cəmi də tək yerdə duran hədlərlə cüt yerdə duran hədlərin cəminə bərabərdir. Yəni 10 üstə gəl 30 olacaq 40. Yəni A variantı. Baxırıq 20 nömrəli suala. Birinci və ikinci hədlərin cəmi -2'dir deyir. B1 üstə gəl B2 -2. İkinci və üçüncü hədlərin cəmi 3'də 2. B2 üstə gəl B3 bərabərdir 2 böl 3. Həndəs silsilənin ilk 4 həddinin cəmini soruşur. S4 bərabər həndəs silsilə. Bəli, S4 bərabərdir. Sual. Deməli, buradan nə yaza bilərik? S4'ü açıram əvvəlcə. S4 bərabərdir. SN-in düsturunu yazmıyorum. Baxın. SN bərabərdir. B1 vurulsun. Q üstü N minus 1 bölünsün Q minus 1. İndi burada S4 açsaq. S4 bərabərdir. B1 vurulsun. Q üstü 4 minus 1 bölünsün Q minus 1. B1'i tapmalıyıq. Həmçinin Q'nu tapmalıyıq. Birinci bərabərliyi açırıq. B1 üstə gəl. B1Q bərabərdir -2. İkinciden B1Q üstə gəl. B1Q kvadratı bərabərdir 3'də 2. Birinciden B1 orta quruq çıxardıram. Qalır 1 üstə gəl Q bərabərdir -2. İkinciden B1Q'nu orta quruq çıxardıram. 1 üstə gəl Q bərabərdir 2 böl 3. Bunları tərəf-tərəfə böləndə B1 1 üstə gəl Q'nu bölürəm B1Q 1 üstə gəl Q'ya. -2'ni də bölürəm 3'də 2'yə. B1'lər 1 plus Q'lar ixtisar gedir. Sürətdə 1 alındı. Məxrəcdə Q. Bu 3 qalxır sürətə vurulur. 2'lər isə ixtisar gedir. Yəni -3. Q da olacaq -1 böl 3. Q'nu tapdıq. İndi isə B1'i tapaq.
Gətirib burada yerinə qoyuruq. B1 vurulsun 1 minus 3'də 1 bərabərdir -2. B1 vurulsun 3'də 2 bərabərdir -2. B1 bərabərdir 2'lər ixtisar gedir. Olacaq B1'imiz də -3. Çünki -3'ü 3'də 1'ə vuranda 3'lər ixtisar gedir, -1 alınır. B1 -3'dür, Q -3'də 1'dir. İndi yerinə qoya bilərik. S4 B1'imiz -3, Q -3'də 1 idi. 4-cü dərəcənin qüvvət yüksəldəndə 81'də 1 minus 1 bölünsün -3'də 1'dən 1 çıxanda -3'də 4. İndi -3 vurulsun 81'də -80 bölünsün -3'də 4'dür. Olacaq vurulsun -4'də 3 bərabərdir. 81'i 9'a böləndə məxrəcdə 9, 80'i 4'ə böləndə 20. Mənfilərin sayı tək saydadır. Cavab -9'da 20. Varmı variantlarda? Cavab C variantı. 21 nömrəli suala baxırıq. 5'ə bölünəndə qalıqda 3 alınan 20'dən böyük və mini aşmayan natural ədədlərin sayını soruşur. 5'ə böldükdə qalıqda 3 alınan 20'dən böyük. 20'nin özü 5'ə tam bölünür. Amma qalıqda 3 alınması üçün deməli ədədlərimiz 23'dən başlamalıdır. Çünki 23'ü 5'ə böləndə qalıq 3 alınır. Növbəti ədəd olacaq 28. Çünki 25 5'ə qalıqsız bölünür. Üzərinə min qalığı gələndə 28 5'ə böləndə qalıqda 3 alınır. Və növbəti ən sonuncusu mini aşmasın deyir. Mini aşmasın mindən kiçik olmalıdır yəni. 995 sonu 5 ilə qutarıb 5'ə tam bölünür. Amma 995'in üzərinə 3 gələndə 998 5'ə böldükdə qalıqda 3 alınır. İndi bu sıradakı ədədlərin sayı 998'dən 23 çıxıram. Bölürəm aralarındakı fərqə, üzərinə 1 gəlirəm. 975 böl 5 üstə gəl 1. Bir dəfə 47'də 5 9 dəfə, 25'də 5 5 dəfə. 195 üzərinə 1 gələndə 196 D variantı. 22 nömrəli suala baxırıq. 1 böl x, 1 böl y, 1 böl z ədədləri yazıldığı sıra ilə ədədi silsilə əmələ gətirir. Ədədi silsilə əmələ gətirirsə, deməli 1 böl y, 1 böl x və 1 böl z-in cəminin yarısına bərabərdir. Bizdən y böl x üstə gəl y böl z cəmini soruşur. Gəlin bunu sadələşdirək əvvəlcə. Çarpaz vururuq. Y vurulsun 1 böl x üstə gəl 1 böl z bərabərdir 2. Bu y də mötərizənin daxilinə vuranda x də y üstə gəl z də y bərabərdir 2. Bizdən də elə bu cəmi soruşur. Cavab 2'yə bərabərdir. Yəni A variantı. 23 nömrəli suala baxırıq. 2 və 162 ədədləri arasında elə 3 ədəd tapın ki, bu 5 ədəd artan həndəs silsilə təşkil etsin. Həmin 5 ədədin cəmini soruşur. Deməli, birinci ədədimiz 2'dir. A, daha doğrusu B2, B3, B4 və sonuncu ədədimiz 162. 5 ədəd artan həndəs silsilə təşkil etsin. Deməli, B1'imiz 2'dir. B5'imiz 162'dir. B5 bərabərdir. B1 vurulsun Q üstü 4. 162 bərabərdir. 2 vur Q üstü 4. 81 bərabərdir. Q üstü 4'ə. Q olacaq 3. Q 3'dürsə, birinci ədədimiz 2. B2'miz 2 vur 3, 6. B3 6 vur 3, 18. 18 vur 3, 54. 54 vur 3, 162. Bu 5 ədədin cəmini soruşur. Buradan da belə hesablayıb tapmaq olar. Hesablamalı tapmaq olar yəni. Və yaxud da S5'i tapmaq olar. Buradan cəmi tapsaq 162 üstə gəl 54 və 6 60 18'dən 2 də 40 18'dən 2 də 20 daha doğrusu 2 4 2 yəni 242 C variantı və yaxud da S endüstrundan S5'i də tapmaq olar. Çünki B1'imiz də məlumdur, Q da məlumdur. Düsturda yerinə qoymaqla da S5 242'yə bərabərdir.
24 nömrəli suala baxaq. 1 və 256 ədədlər arasından elə 3 ədəd tapın ki, bu 5 ədəd artan həndəsi silsile təşkil etsin. Deməli, birinci həddimiz 1, ikinci B2, üçüncü B3, dördüncü B4 və sonuncusu 256. Deməli, B1 1-dir, B5 256-dır. B5 bərabərdir, B1 vur Q üstü 4. 256 bərabərdir 1 vur Q üstü 4. Q olacaq 4. Çünki 256, 4'ün kvadratı 16, 16'nın kvadratı 256. 4 üstü 4 deməkdir. Q tapdıq 4'dür. Deməli, birinci həddimiz 1'dir. İkinci həddimiz 1 vur 4, 4. 4 vur 4, 16. Vur 4, 64. Vur 4, 256. Deməli, bu 5 ədədin cəmi S5 bərabərdir. Buradakı ədədləri toplayıb da yazmaq olar. Yəni, 1 üstəgəl 4, üstəgəl 16, üstəgəl 64, üstəgəl 256 verir bizə 341 və yaxud da S5 bərabərdir. B1 Q üstü 5 minus 1 bölünsün Q minus 1. B1 1'dir, Q da 4'dür. 4 üstü 5 minus 1 bölünsün 4 minus 1. Bunu da hesablasaq yenə 341 cevabını alarıq. Cevab D variantı. 25 nömrəli sualda ilk 3 həddin cəmi onun 4-cü, 5-ci və 6-cı hədlərinin cəmindən 8 dəfə kiçik olan həndəs silsilənin vuruğunu soruşur. Deməli, ilk 3 həddin cəmi B1 üstəgəl B2 üstəgəl B3 4-cü, 5-ci və 6-cı hədlərin cəmindən 8 dəfə kiçikdir. B4 üstəgəl B5 üstəgəl B6-dan 8 dəfə kiçikdirsə, bunların cəmini bölürük 8-ə. Silsilə vuruğu Q'nu soruşur. Q bərabərdir sual. Buradan B1 üstəgəl B2'nin yerinə B1Q, B3 B1Q kvadratı bərabərdir. Çarpaz vursaq və yaxud da olduğu kimi saxlayaq 8. B4'ü açırıq. B1Q kubu. B5 B1Q üstü 4. B6 B1Q üstü 5. Sürətdən sol tərəfdən B1 ortaqruq çıxardırıq. 1 üstəgəl Q kvadratı. Sağ tərəfdə sürətdə isə B1 Q'nun kubu ortaqruq çıxır. Qalır 1 üstəgəl Q kvadratı. B1'lər və mötərizələr ixtisar gedir. Sol tərəfdə 1 qalır, bərabərdir 8'də Q kubu. Çarpaz vursaq Q kubu 8, Q da bərabərdir 2'yə. Silsilə vuruğunu soruşur. Cevab C variantı. 26 nömrəli sualda ilk 3 həddin cəmi 4-cü, 5-ci və 6-cı hədlərin cəmindən 64 dəfə böyükdür. B1 üstəgəl B2 üstəgəl B3 B4, B5, B6'dan 64 dəfə böyükdürsə 64'də vuracağıq. 64 vurulsun. B4 üstəgəl B5 üstəgəl B6. B4 üstəgəl B5 üstəgəl B6'nı 64'ü vurmalıyam ki, ilk 3 həddin cəmi daha böyük ədəd alınsın. Yəni, kiçiyini vururuq ki, digər ədəd böyük alınsın. Biz buradan silsilə vuruğu Q'nu tapmalıyıq. B1 üstəgəl B2'nin yerinə B1Q, B1Q kvadratı. 64 vurulsun. B1 Q kubu, B1 Q üstü 4 və B1 Q üstü 5. Ortaqruq çıxardırıq yenə. Sol tərəfdən B1 ortaqruq çıxar. 1 üstəgəl Q kvadratı. 64 vurulsun. B1 Q kubu ortaqruq çıxır. 1 üstəgəl Q kvadratı. İxtisar etsək, deməli 1 bərabərdir 64 Q kubu. Q kubu bərabərdir 1 böl 64. Q da olacaq 4'də 1. 4'də 1'in kubu 64'də 1'ə bərabərdir. Deməli, cavab olacaq D variantı. 27 nömrəli sualda sonsuz həndəs silsilənin cəmi 6'dır. S bərabərdir 6. Onun hədlərinin kvadratları cəmi isə 12'dir. B1 kvadratı, üstəgəl B2 kvadratı, üstəgəl B3 kvadratı. Neçə həddi var bilmirik. Bunların cəmi 12'yə bərabərdir. Silsilə vuruğu Q'nu soruşur. Buradan B1 kvadratı olduğu kimi qalır. B2 kvadratını yerinə yazıram.
B1 vur Q kvadrat olduğuna göre B1'in kvadratı vur Q kvadratı. Üste gel. B3'ün yerine B1 vur Q kvadratı yazsak. B3 B1 vur Q kvadratına bərabərdir. Bunun diğer tərəfini kvadratı yüksəldəndə B1'in kvadratı Q üstü 4. Üste gel bərabərdir 12. Sol tərəfdən B1 orta qrup çıxardırıq B1 kvadratını. Qalır 1 üstə gəl Q kvadratı, üstə gəl Q üstü 4, bərabərdir 12. Burada mötərizəyə fikir versək görərik ki, bu sonsuz həndəsi silsilədir və silsilə vuruğu Q kvadratına bərabərdir. Çünki hər ikinci həddən başlayaraq hər bir hədd əvvəlkini Q kvadratına vurmaqla alınır. S bərabərdir B1 bölünsün 1 minus Q düsturuna görə hesablasaq həmin cəmi. B1 birinci həddimiz 1. Q silsilə vuruğu da Q kvadratına bərabərdir. Çünki hər digər hədd əvvəlkini Q kvadratına vurmaqla alınır. Deməli, B1 kvadratı vurulsun mötərizənin yerinə yazırıq 1 böl 1 minus Q kvadratı bərabərdir 12. Bizə S'i 6 vermişdilər. S bərabərdir B1 bölünsün 1 minus Q. 6 bərabərdir B1 bölünsün 1 minus Q'ya. Buradan B1'i tapsaq, olacaq 6 vurulsun 1 minus Q. Getirib yerinə qoyuruq. B1'in yerinə 6 vur 1 minus Q yazanda 6'nın kvadratı 36, 1 minus Q kvadratı vurulsun. 1 bölünsün 1 minus Q kvadratını vuruqlara ayırırıq. 1 minus Q, 1 plus Q. Bərabərdir 12. 1 minus Q'lardan 1 ixtisar gedir. 36'nı 12'ye bölürük 3 dəfə. Burada 1 dəfə. 3 vurulsun 1 minus Q. Bir də sürətdə 1 var. Məxrəcdə isə 1 plus Q bərabərdir 1'ə. Çarpaz vuranda 3 minus 3Q bərabərdir 1 plus Q'ya. 2 bərabərdir 4Q'ya. Q da olacaq 2'də 1. Bizdən də silsilə vuruğu soruşulur. Cavab 2'də 1 A variantı. 28 nömrəli sualda sonsuz həndə silsilənin cəmi 56'dır. S bərabərdir 56. Hədlərinin kvadratları cəmi 448. B1 kvadratı, üstə gəl B2 kvadratı, üstə gəl B3 kvadratı bərabərdir 448. Silsilə vuruğu Q'nu soruşur. B1 kvadratı, B2'nin yerinə B1 vur Q yazsaq, bunda kvadratı yüksəldəndə B1 kvadratı Q kvadratı. B1 kvadratı Q üstü 4 bərabərdir 448. Yenə B1 kvadratı orta qrup çıxır. 1 üstə gəl Q kvadratı, üstə gəl Q üstü 4 bərabərdir 448'e. Burada bu mötərizə sonsuz həndəsi cəmdir. Sonsuz həndəsi silsilədir. Yenə həmin cəm S bərabərdir B1 böl 1 minus Q düsturuna görə hesablayırıq. Birinci həddimiz 1'dir. Silsilə vuruğu Q kvadratıdır. Çünki hər ikinci həddən sonra hər bir hədd əvvəlkini Q kvadratına vurmaqla alınır. Və S bərabərdir B1 böl 1 minus Q düsturunda S'in yerinə 56 yazarıq. 56 verilib, yox, baxın. 56. 56 bərabərdir B1 bölünsün 1 minus Q. Buradan B1'i tapsaq 56 vurulsun 1 minus Q. Yerinə qoyuruq. Burada B1 kvadratı var. Yəni 56'nın kvadratı vurulsun 1 minus Q kvadratı. Vurulsun. Mötərizənin yerinə 1 bölünsün 1 minus Q kvadratı 448. 56'nın kvadratını 56 vur 56 şəklində yazsaq 1 minus Q kvadratı 1 minus Q kvadratı da vuruqlara ayrılır. 1 minus Q 1 plus Q bərabərdir 448. 448'i 56'ya böləndə 8 dəfə 56'nı 8'e böləndə 7 dəfə. 1 minus Q'lardan biri ixtisar getdi. Sol tərəfdə qaldı. 7 vurulsun 1 minus Q bölünsün 1 plus Q. Bərabərdir 1. Deməli 7 minus 7Q bərabərdir 1 plus Q'ya. 6 bərabərdir 8Q. Q da bərabərdir 4'də 3'ə. Silsilə vuruğu soruşulur. Cavab 4'də 3. Y variantı.
29 nömrəli sualda x, y, z müsbət ədədləri həndəssizlə təşkil edir. X, y, z və 3x, 2y, z isə ədədi sizlə təşkil edir. Bu həndəssizlə, digəri isə ədədi sizlə. Həndəssizlərin vahiddən fərqli vuruğunu soruşur. Deməli, əgər həndəssizlə təşkil edilsə, y-in kvadratı x vur z-ə bərabərdir. Ədədi sizlə təşkil edilsə, 2y bərabərdir 3x üstəgəl z bölünsün 2-yə. Çünki ədədi sizlərdə ikincidən başlayaraq hər bir ədəd özünə əvvəlki və sonraki ədədlərin cəminin yarısına bərabərdir. Çarpaz vursaq 4y bərabərdir 3x üstəgəl z-ə. Əgər bu ədədlər həndəssizlə təşkil edilsə, x-imiz b1-dir, y b2, z də b3. Yerinə qoyuruq. 4 vurulsun. Y-in yerinə yazıram b2. 3 vur x b1, z də b3. 4 vur b2, b1 q-dur. Bərabərdir 3b1 üstəgəl b1 q kvadratı. Hər tərəfi b1-ə bölürük. Qalır 4q bərabərdir 3 üstəgəl q kvadratı. Q kvadratı minus 4q üstəgəl 3 bərabərdir 0. Köklər 1 və 3-dür. Cəmi müsbət 4, hasili 3 verməlidir. Birdən fərqli vuruğu soruşur. Birdən fərqli kökünü soruşur. Q 3-ə bərabərdir. Yəni Y variantı. Otuz nömrəli sualda yenə eyni qaydada x, y, z həndəssizlə təşkil edir. X, 2y, 3z isə ədədsizlə təşkil edir. Həndəssizlədirsə y kvadratı x vur z-ə bərabərdir. Ədədsizlədirsə 2y, x və 3z-in cəminin yarısına bərabərdir. Buradan 4y bərabərdir x üstəgəl 3z. Deməli, bunlar həndəssizlə təşkil edirsə və bizdən sizlə vuruğu soruşulur. Deməli, x b1-dir, y b2, z də b3. 4 vur b2 bərabərdir b1 üstəgəl 3 vur b3. 4 vur b1q bərabərdir b1 üstəgəl 3 vur b1q kvadratı. Hər tərəfi b1-ə böləndə 4q bərabərdir 1 üstəgəl 3q kvadratı. 3q kvadratı minus 4q üstəgəl 1 bərabərdir 0. Qayçı üsulu ilə vuruqlar tapsaq, 3q-nu q-yə vuranda 3q kvadratı, 1-i 1-ə vuranda 1. Hasil müsbət olduğuna görə, deməli bu birlərin x-də eyni işarəlidir, ya x-də müsbətdir, ya da x-də mənfidir. İkinci əddin əmsalı mənfi olduğuna görə bunların x-də mənfidir. Çarpaz vuranda mənfi 3q və mənfi q-nu toplayanda mənfi 4q verir. Deməli, vuruqlarımız olacaq 3q minus 1 və q minus 1 bərabərdir 0. 3q minus 1-i 0-ə bəraberdəndə q olacaq 1 böl 3. Q minus 1-i 0-ə bəraberdəndə q olacaq 1. Bizdən nə soruşulur? Vahiddən fərqli vuruğu soruşulur. Yəni, birdən fərqli vuruq 3-də 1-ə bərabərdir. B variantı. Otuz bir nömrəli sualda ədədi silsilədə birinci əddimiz 4-dür və istənilən natural m-n ədədləri üçün m-ndən fərqli olmaqla Sn bölünsün Sn bərabərdir m kvadratı böl n kvadratı. Silsilənin ümumi həddini A-ni soruşur. Deməli, m və n-in yerinə m-ndən fərqli olmaqla ədəd götürə bilərik. M-ə deyək 2, n-ə deyək 3. Yəni, S2-nin S3-ə hasil nisbəti 2-nin kvadratı 4, 3-ün kvadratı 9-a bərabərdir. S2 bərabərdir 2A1 üstəgəl D böl 2 vur 2. Burada 2-lər ixtisar gedir, 2A1 üstəgəl D alınır. Yerinə qoyuruq, S2-nin yerinə yazıram 2A1 üstəgəl D bölünsün. S3-ü yazsaq, S3 bərabərdir 2A1 üstəgəl 3 minus 1, 2D böl 2 vur 3. Sürətdəki hər bir həddi 2-yə böləndə A1 üstəgəl D vurulsun 3 alınır. Yəni 3A1 üstəgəl 3D. 3A1 üstəgəl 3D.
bərabərdir 9'da 4. A1'imiz 1'dir. A1'imiz 4'dür. A1'in yerine 4 koyuruq. 2 vur 4 üstə gəldi. 3 vur 4 üstə gəl 3'dir. Bərabərdir 9'da 4. 9 vurulsun 8 üstə gəldi. 4 vurulsun 12 üstə gəl 3'dir. 72 üstə gəl 9'dir. 48 üstə gəl 12'dir. 72 minus 48 24 bərabərdir 3D'yə. D olacaq 8. AN soruşulur. AN bərabərdir A1 üstə gəl N minus 1 vur D. A1'imiz 4'dür. D 8 tapdıq. N minus 1. Buradan 4 üstə gəl 8N minus 8. 8N minus 4 alınır. Yəni cavab Y variantı. Otuz iki nömrəli sualda deməli ədəd silsilənin 16-cı həddi 0'a bərabərdir. A16 bərabərdir 0. İlk 34 həddin cəmi isə silsilənin müəyyən həddinə bərabərdir, yəni AN-ə. Bu həddin nömrəsini soruşur. A-nın indeksindəki n soruşulur. Deməli A16'nı açsaq, A16 A1 üstə gəl 15'dir. 0'a bərabərdir. Buradan A1 mənfi 15'dir. İndi isə S34'ü açırıq. S34 bərabərdir 2A1 üstə gəl 33'dir. Böl 2 vur 34. Burada hər tərəfi və yaxud 34'ü 2'yə bölürük. 17 vurulsun 2A1 üstə gəl 33'dir. Bərabər edirik AN-ə. Çünki həmin 34 həddin cəmi AN-ə bərabərdir deyir. AN-də A1 üstə gəl N minus 1 vur D. 17 vurulsun 2 vur. A1'in yerini yazırıq. Mənfi 15'dir. Mənfi 15'dir. Üstə gəl 33'dir. Bərabərdir. Yeni A1'in yerini mənfi 15'dir yazırıq. Üstə gəl N minus 1 vur D. 17 vurulsun. Mənfi 30'dir. Üzərinə 33'dir gələndə 3'dir. Bərabərdir. Buradan D-ni orta qruq çıxardıram. Qalır mənfi 15 üstə gəl N minus 1. Hər tərəfi D-yə bölürük. 17'ni 3'ə vuranda 51. Sağ tərəfdə olacaq N minus 16. Buradan N bərabərdir 51 üstə gəl 16. 67'yə bərabərdir. Deməli, həmin həddin nömrəsi 67 B variantı. 33 nömrəli sualda ədəd silsilədə A14 M-ə bərabərdir. A5 isə N-ə bərabərdir. Yəni burada N və M rəqəmlərdir. Və silsilə fərqi D 8'dir. Neçənci həddən başlayaraq bu silsilənin hədləri N6M ədədindən böyükdür deyir. Yəni AN böyükdür N6M-dən. Əvvəlcə A14'ü açırıq. A1 üstə gəl 13'dir. Bərabərdir M-n isə üstünə xət olduğuna görə M onluğu N təkliyi bildirir. Yəni 10M üstə gəl N. A5 A1 üstə gəl 4'dir. Bərabərdir 10N üstə gəl M. Bunlar tərəf-tərəfə çıxırıq. 13D'dən 4D çıxanda 9D bərabərdir 9M minus 9N. Hər tərəfi 9'a böləndə D olacaq M minus N. D də 8'dir. M minus N fərqi 8'ə bərabərdir. Burada M və N rəqəm olması üçün yalnız M9, N-də 1 olsa doğrudur. Yəni 9'dan 1 çıxanda 8. Deməli M9 N1'dir. Yerinə qoyuruq. Yəni AN böyük olmalıdır 169'dan. 169. AN-imiz nəyə bərabərdir? A1 üstə gəl N minus 1 vur D böyükdür 169. A14 var. A14 var. D də var. A1 tapa bilərik və yaxud da A5'ə görə tapaq. A5'imiz NM yəni 19'dur. A5 bərabərdir. A1 üstə gəl 4'dir. 19 bərabərdir. A1 üstə gəl 4 vur 8 32. Buradan, A1 bərabərdir mənfi 13.
Mənfi 13 üstə gəl d-nin yerinə 8 yazıram. 8n minus 1 böyükdür 169. Mənfi 13 üstə gəl 8n minus 8 böyükdür 169'dan. 8n minus 21 böyükdür 169. 8n böyükdür 169'un üzerine 21 gəlirik. 190. N də böyükdür. 2 dəfə 16, 30'da 8, 3 dəfə 23 tam. Onda neçəsə, yəni ondan sonraki vergüldən sonraki ədədlər lazım deyil bizə. Deməli, burada n'in aldığı ən kiçik qiymət 23'dən böyük 24'ə bərabərdir. Bizdən də bu ədəddən böyük, yəni neçənci ədəddən başlayaraq bu ədəddən böyük olmalıdır. 24-cü ədəddən başlayaraq. Cavab E variantı. 34 nömrəli sualda həndəsizlə təşkil edən 5 ədədin cəmi 248'dir. Yəni S5 bərabərdir 248. Üçüncü ədəd, yəni B3 dördüncüdən, B4'dən 2 dəfə böyükdür. Bu ədədlərdən böyüyünü soruşur. B3 açırıq. B3 B1 Q kvadratı, B4'də B1 Q kubu. B1'lər Q kvadratları ixtisar gedir. 1 bərabərdir 2Q'ya, Q da olacaq 1/2. İndi S5 bərabərdir. B1 vurulsun Q üstü 5 minus 1 bölünsün Q minus 1. S5'in yerinə 248 yazırıq. 248 bərabərdir. Q'nun yerinə 2'də 1, 2'də 1'dən 1 çıxsaq, mənfi 2'də 1. B1 vurulsun 2'də 1 üstü 5. Mənfi 32'də 1 minus 1. 248'i mənfi 2'də 1'ə vuranda mənfi 124 bərabərdir. B1 vurulsun mənfi 32'də 33. 124 33'ə tam bölün 33 mi olur baxaq. 2'də 1 üstü müsbət 32'də 1'dir burada. 32'də 1'dən 1 çıxanda olacaq mənfi 32'də 31. 124 31'ə bölünür 4 dəfə. Və hər tərəf mənfiyə böləndə müsbət olacaq. 4 bərabərdir. B1 bölünsün 32. Buradan da B1 bərabərdir 128. Bizdən nə soruşulur? Bu ədədlərdən böyüyünü soruşur. Deməli, baxaq. B1 128'dir. B1 128. Silsilə vuruğu 2'də 1 olduğuna görə növbəti ədəd olacaq 128'in 128 2'də 1'i vurmaqla alınır. Yəni 64 və azal-azala gedir. Yəni bu ədədlər arasında ən böyüyü elə birinci həddir 128. Cavab A variantı. 35 nömrəli sualda ilk 9 həddinin ədəd ortası 26 olan ədəd silsilənin 5-ci həddini soruşur. İlk 9 həddinin ədəd ortası, yəni A1 üstə gəl A2 üstə gəl A9 bölürük 9'a bərabərdir 26. A1 üstə gəl A2 A9. Bu ilk 9 həddin cəmi 26 vur 9'a bərabərdir. 26'nı 9'a vuranda 54, 5 yadda, 18, 5 gələndə 23, 234. Deməli, ilk 9 həddin cəmi elə 234'ə bərabərdir. Deməli, S9'u açsaq, S9 bərabərdir 2A1 üstə gəl 8'dir. Böl 2 vur 9. 234 bərabərdir. 2A1 2'yə böləndə A1. 8 deyən 2'yə böləndə 4'dir. Vurulsun 9. Hər tərəfi 9'a bölürük. 234'ü 9'a böləndə 2 dəfə, 18, 54'də 9, 6 dəfə. A1 üstə gəl 4'də də bizə verir A5'i, yəni 5-ci həddini. Bizdən də 5-ci həddi soruşur. Cavab olacaq 26. 36 nömrəli sualda ilk 11 həddin ədəd ortası 41'dir. Yəni A1 üstə gəl A2 üstə gəl A11. Bölürük 11'ə, çünki 11 hədd olduğuna görə ədəd ortada sayına bölürük. Bərabərdir 41. Buradan ilk 11 həddin cəmi
11 vur 41'e bərabərdir. Yəni 41'i 11'e vursaq 1, 4, 1, 4. Olacaq 451. Yəni S11 bərabərdir 451'e. İlk 11 əddin cəmi 451'dir. Bizdən 6-cı əddi soruşur. A6 bərabərdir sual. S11 bərabərdir 2A1 üstəgəl 10'dir. Böl 2 vur 11. 451 bərabərdir. A1 üstəgəl 5'dir. Vurulsun 11. 451'i 11'e böləndə 4 dəfə 44. 11'i 11'e böləndə 1. A1 üstəgəl 5'dir də 6-cı həddin açılışıdır. Deməli A6 elə 41'e bərabərdir. Bizdən də A6 soruşulurdu. Cavab olacaq 41. 37 nömrəli suala baxaq. Birdən başlayaraq ən az neçə ardıcıl natural ədəd götürmək lazımdır ki, onların cəmi 120'dən böyük olsun. Deməli, birdən başlayaraq deyir. Birinci əddimiz 1 və ardıcıl natural ədəd deyir. Birinci əddimiz 1, ikinci əddimiz 2 və bilmirik burada neçə dənə ədəddir. Deməli, bu cəm deyir ki, 120'dən böyük olsun. Belə yazaq. 1 üstəgəl 2 üstəgəl deyək ki, n neçə dənə ədəd olduğunu bilmirik. Bu cəm böyük olmalıdır 120'dən. Bu cəm 120'dən böyük olmalıdır deməli. İndi Sn bərabərdir A1 üstəgəl An böl 2 vur n. Yəni bunu biz 120'dən böyükdür yazıb həll etməliyik. A1 birinci əddimiz 1'dir. Sonuncu əddimiz bilmirik. N yazıram. Böl 2'ye vurulsun. Bu sıradakı ədlərin sayı isə sonuncudan birincini çıxarıq. Bölürük aralarındakı fərq elə 1'dir. Üzərinə də 1 gəlirik. Bu elə n-ə bərabər olur. Yəni bu sırada elə n dənə ədəd var. Çünki bunlar ardıcıl ədədlərdir. Yəni n elə olduğu kimi qalır. Böyükdür 120. N kvadrat üstəgəl n böyükdür 240. N kvadrat üstəgəl n minus 240 böyükdür 0. Burada köklər 15 və 16'dır. Cəm mənfi 1 verməlidir. Deməli 16 mənfidir. Mənfi 16 və 15. Ortada 0 var. 0'ı yerinə qoyanda mənfi, kənarlarda müsbət. Bizə lazımdır böyük olan aralıq, yəni müsbət. Mənfi sonsuzluq mənfi 16, 15 müsbət sonsuzluq. Bu mənfi aralıq cavabımız ola bilməz. Çünki kənar köklərdir bu ədədlər. Cavab olacaq 15 müsbət sonsuzluq. Bu aralığa daxil olan ən kiçik ədəd də 16'dır. Deməli, ən az 16 ədəd götürmək lazımdır ki, həmin ədədlərin cəmi də 120'dən böyük olsun. Cavab olacaq 16. 38 nömrəli suala baxırıq. A, B, C və D ədədləri həndəsi silsilənin ardıcıl hədləridir. A plus D 10, A vur D 7 olarsa, B kubu üstəgəl C kubu ifadəsinin qiymətini soruşur. Deməli, A, B, C, D ədədləri həndəsi silsilənin ardıcıl hədləridirsə, bu B1'dir, B2, B3, B4. A plus D 10'dur deyir. Yəni B1 üstəgəl B4 bərabərdir 10. A vur D 7'dir. B1 vurulsun B4 bərabərdir 7'ye. B1'i açıram. B1 olduğu kimi qalır. B4'ü açıram. B1 vurulsun Q kubu bərabərdir 10. Buradan B1 orta qruq çıxır. 1 üstəgəl Q kubu bərabərdir 10'a. B1, B4'ü açıram. B1 Q kubu bərabərdir 7. B1'in kvadratı vurulsun Q kubu bərabərdir 7'ye. Deməli, B kubu üstəgəl C kubu, B kubu üstəgəl C kubu. B-ni yerinə yazırıq B2'nin kubu, C-ni yerinə yazırıq B3'ün kubu. B2, B1 vur Q kvadrat, Q'ya bərabərdir. Bunun mötərizə kubu. Üstəgəl B3 də B1 vur Q kvadratına bərabərdir. Bunların hər birini kuba yüksəltsək, B1 kubu, Q kubu, üstəgəl B1 kubu, Q üstü 6. Buradan B1 kubu, Q kubu orta qruq çıxır. Qalır 1 üstəgəl Q kubu. İndi burada nəyi diqqət edirik? Baxın.
B1 1 plus Q kubunu B1 kvadratı Q kubuna vuranda görək nə alınır? B1'in kubu alınır. Baxın B1'in kvadratına vuranda B1'in kubu alınır. 1 plus Q kubunu da Q kubuna vuranda bu hasil alınır. Deməli, biz bu iki ifadəni, bu yaşılla göstərdiyim iki ifadəni tərəf-tərəfə vursaq, 10 vur 70, 70 alarıq. 10 vur 7, 70 alarıq. Yəni, bizdən də elə bu hasili soruşurdu. Düzgün cavab olacaq 70. 39 nömrəli sualda yine eyni tiplidir. Burada da baxın eyni hesablamaları aparırıq. Çünki hər şey eynidir. Yəni yenə B kubu üstəgəl C kubu soruşulur. Burada da 12 vur 9'a bərabər olacaq. 12 vur 9 olacaq 108. Yəni yadınızda qalması üçün təkrar bunu işləyin mənim işlədiyim kimi. Eyni hesablamaları aparandan sonra və ən sonda bir-birinə vururuq həmin ifadələri. Yəni A plus D-ni A vur D-yə vuranda elə 12 vur 9 cavab olacaq 108. Baxırıq 40 nömrəli suala. Baxırıq 40 nömrəli suala. Deməli, uzunluğu 13 olan AB parçası. AB parçası uzunluğu 13'e bərabərdir. Bizə deyir ki, bu parça üzərində C və D nöqtələri yazıldığı ardıcıllıqla elə qeyd edilməlidir ki, bura C yazıram, burada D. AC, CD və DB parçaları ədədi silsilənin ardıcıl hədləri olsun. Yəni, bura A1, bura A1, bura A2, burada A3'dür. Silsilənin ardıcıl hədləridir. AC üstəgəl DB cəminin 90%'ni soruşur. AC'miz A1'dir, DB'miz də A3. Bu cəmin 90%'ni soruşur. Bunu 90'a vurub bölməliyik 100'ə. Bərabərdir sual. İndi bu əgər parçanın uzunluğu 13'dürsə yaza bilərik ki, A1 üstəgəl A2 üstəgəl A3 bərabərdir 13'ə. Biz bilirik ki, ədədi silsilədə A2, A1 və A3'ün cəminin yarısına bərabərdir. Yəni ikincidən başlayaraq hər bir hədd özündən əvvəlki və sonraki hədlərin cəminin yarısına bərabərdir. Yəni ədədi ortası da 2A2 bərabərdir A1 üstəgəl A3'ə. İndi burada yerinə qoyuruq bunu. Burada yerinə qoyanda A1 üstəgəl A3'ün yerinə 2A2 yazıram. 2A2 üstəgəl A2, yəni 3A2 bərabərdir 13'ə. A2 də olacaq 13 böl 3. İndi buna davam edirik. Buradan davam edək. A1 üstəgəl A3 nəyə bərabər oldu? 2A2. A2 də 13 böl 3'dür. Yəni 2 vur 13 böl 3 vurulsun 90 bölünsün 100. 10'a böldük. Sonra 9'u 3'e böldük. 10'u 2'ye bölürük. Məxrəc 5'dir. Sürət də 39. 39'u 5'e böləndə 7 dəfə. 7 tam onda 8. Bir nömrəli suala baxaq. Həndəs silsiləmini gətirən 3 ədədin hasili 216'dır. Yəni B1 vurulsun B2 vurulsun B3 bərabərdir 216. Ədədi ortası 26 böl 3'dür. B1 üstəgəl B2 üstəgəl B3 böl 3 bərabərdir 26 böl 3. Bu ədədlərdən ən böyüyünü soruşur. Burada məxrəclər bərabərdirsə, deməli sürətlər də bərabərdir. B1 üstəgəl B2 üstəgəl B3 bərabərdir 26'ya. Əvvəlcə bunu açırıq. B1 üstəgəl B1Q üstəgəl B1Q kvadratı bərabərdir 26. B1 orta qrup çıxartdıq. 1 üstəgəl Q üstəgəl Q kvadratı bərabərdir 26'ya. Bunu belə saxlayaq. İndi isə buradan davam edirik. B1, B2'nin yerinə B1Q, B3'ün yerinə B1Q kvadratı bərabərdir 216. B1 kubu vurulsun Q kubu bərabərdir 216. B1 vur Q mötərizə kubu bərabərdir 216'nın da yerinə yazıram 6'nın kubu. Buradan B1Q 6 alınır. B1Q da B2'nin açılışıdır. Deməli ikinci həddimiz 6'dır. B2 6'dırsa, gətirib burada yerinə qoysaq, yerinə qoyanda nə alırıq? B1 üstəgəl B3'ün, B1 üstəgəl B3'ün deməli 26 minus 6 20 olduğunu alırıq.
B1 üstə gəl B3 20-dir. Və B2 6-dır. Heç bizə bu lazım olmadı burada. Baxın, heç bu cür yazmaq işimizə yaramadı. Yəni bu hiçbir şey vermədi. Bu qalsın burada. Bunu sildim. Baxın, B1 üstə gəl B3 20-dir. Buraya yazıram. B1 üstə gəl B3 bərabərdir 20-yə. Və B2 6-dır. Burada B2-nin yerinə 6 qoyanda B1 vurulsun B3-də 216-nı 6-ya böləndə 36 alırıq. Viet teoremidir. Elə 2 ədəd tapmalıyıq ki, cəmi 20 olsun, hasili 36. Bunlar 18 və 2 ədədləridir. Birinə 18 deyək. B2 6 idi. Digər həddimiz də olacaq 2. İndi bizdən bunlardan böyüyünü soruşur. Cavab olacaq 18. Baxaraq 42 nömrəli suala. Tənliyin həllini soruşur. Deməli, sıraya baxanda görürük ki, burada silsilə vuruğu mənfi 2-də 1-dir. Yəni, hər digər hədd əvvəlkini mənfi 2-də 1 vurmaqla alınır. Deməli, bu həndəs silsilədir. Yazıram ki, Q bərabərdir mənfi 1 böl 2. Yəni, silsilə vuruq mənfi 2-də 1-dir. B1 birinci həddimiz 2-də 1-dir. B eninci həddimiz mənfi 1 böl 256-dır. SN-imiz də x minus 1 bölünsün 256-dır. Biraz uzun olacaq həlli, amma başqa həlli yox, yəni qısa həlli yoxdur. Yazaq. Biz bilirik ki, ümumi həddin düsturu Bn bərabərdir. B1 vurulsun, Q üstü n minus 1-dir. Yəni, mənfi 1 böl 256 bərabərdir. 2-də 1 vurulsun, mənfi 2-də 1 üstü n minus 1. Burada sürətlər 1-dir, məxrəcləri bölə bilirik. Yəni, 256-nı 2-yə böləndə olacaq mənfi 1 böl 128. Bərabərdir mənfi 2-də 1 üstü n minus 1. 128 sadə qruqlara ayırsaq görərik ki, 2 üstü 7 deməkdir. Yəni, yazıram ki, 1 böl 2-nin qüvvətində 7. Bərabərdir mənfi 1 böl 2 qüvvətində n minus 1. Əsaslar eynidir, qüvvətlər də bərabər olmalıdır. Deməli, n burada 8-dir. Bu tapdığımız n nədir? Bu tapdığımız n bu sıradakı kəsirlərin sayıdır. Ədədlərin sayı, həddlərin sayı daha doğrusu. Yəni, həmin sırada 8 hədd var. Yəni, bu S-in indeksindəki, ayağındakı n 8-dir. İndi biz S8-i tapmalıyıq. S8-imiz var, S8-dən istifadə edib x-i tapacağıq. S8 bərabərdir. B1 vurulsun, Q üstü 8 minus 1 bölünsün, Q minus 1. Yerinə qoyaq. S8-imiz var, x minus 1 böl 256-dır. Bərabərdir. B1-imiz 2-də 1-dir. Vurulsun Q mənfi 2-də 1-dir. Mənfi 2-də 1 qüvvətində 8 minus 1. Bölünsün Q minus 1. Mənfi 2-də 1-dən 1 çıxanda mənfi 3 böl 2. İndi bunu həll edirik. Çarpaz vuranda x minus 1 vurulsun. Daha doğrusu mənfi 2-də 3-ü əvvəl yazın. Mənfi 2-də 3 vurulsun x minus 1 bərabərdir. 256 vurulsun 2-də 1 vurulsun. Mənfi 2-də 1 üstü 8 1 böl 256 deməkdir. 1 böl 256-dan 1 çıxanda olacaq mənfi 255 böl 256. İndi vurub açırıq. Mənfi 2-də 3x üstə gəl 3 böl 2. Daha doğrusu ixtisar edək. Çünki ixtisar edən daha rahat olur. 2-lər ixtisar getdi. 256-lar ixtisar getdi. Sol tərəfdə mənfi 3x üstə gəl 3. Sağ tərəfdə mənfi 255. Mənfi 3x bərabərdir mənfi 258. X də bərabərdir 8 dəfə 86. Bizdən də tənlikdən x-i soruşurdu. Tənliyin kökü olacaq 86. Baxırıq 43 nömrəli suala. Baxın, tənlik eyni tənlikdir. Sadəcə bayaqkında cəm x minus 1 böl 256 idi. Burada x plus 1 böl 256'dır. Yəni, yenə B1'imiz 2'də 1'dir. B1 2'də 1'dir. Q mənfi 1 böl 2'dir. Deməli, bu mənfi 1 böl 256 8-ci həddimiz idi də. Düzdürmü? Yəni, burada 8 hədd var. B8 mənfi 1 böl 256'dır.
Bir de S8'imiz var. X plus 1 böl 256. İndi S8 açırıq. S8 bərabərdir. B1 vurulsun. Mənfi 2'də 1 üstü. Bir de Q ilə yazım, sonra yerine koyarım. Q üstü 8 minus 1 böl Q minus 1. İndi yerine koyuruq. S8 X plus 1 böl 256. B1'imiz 2'də 1. Q mənfi 2'də 1'dir. Mənfi 2'də 1 üstü 8. Bize verir 1 böl 256. Minus 1. Bölünsün Q minus 1 mənfi 3 böl 2. Bu tənliyi həll edəcəyik indi. Çarpaz vuranda mənfi 3 böl 2 vurulsun X plus 1 bərabərdir. 256 vurulsun 2'də 1. Möhtərizənin cevabı da 256'da mənfi 255. İxtisar edirik. 2'lər ixtisar getdi. 256'lar ixtisar getdi. Mənfi 3x minus 3 bərabərdir mənfi 255. Mənfi 3x bərabərdir mənfi 252. X de olacaq 8 dəfə 84. Yəni bizdən elə x soruşulurdu. Cevap 84'e bərabərdir. 44 nömrəli suala baxaq. Sonsuz azalan həndəsi silsilənin birinci həddi, yəni B1, özündən sonraki bütün hədlərin cəmindən 7 dəfə böyükdür. Yəni 7 vurulsun B2 üstə gəl B3 üstə gəl B4 üstə gəl neçə dənə hədd var bilmirik. Buradan B1 bərabərdir. 7 vurulsun B2'nin yerinə B1Q, B3'ün yerinə B1Q kvadratı, B4'ün yerinə B1Q kubu və bu cəm belə davam edir. B1 bərabərdir. Sağ tərəfdəki mötərizədən də B1 orta quruq çıxır. Qalır Q, üstə gəl Q kvadratı, üstə gəl Q kubu və bu qüvvətlər yəni ardıcılıqla artır, davam edir. Hər tərəfi B1'ə bölürük. Sol tərəfdə 1 qaldı. Sağ tərəfdə 7 vurulsun. Q üstə gəl Q kvadratı, üstə gəl Q kubu, üstə gəl davam edir. Burada görürük ki, bu mötərizə özü də sonsuz həndəsi silsilədir. Yəni burada S bərabərdir. Silsilə vuruğu da Q'ya bərabərdir. Birinci həddimiz Q'dur. Silsilə vuruğu da Q'dur. Yəni 1 minus elə Q'nun yerinə yenə Q yazırıq. Çünki hər ikinci həddən başlayaraq hər bir hədd əvvəlkini Q'ya vurmaqla alınır. İndi burada 1 bərabərdir 7'ni vururuq mötərizənin cavabına. Yəni mötərizənin cəmini hesabladıq biz. Q bölünsün 1 minus Q şəklindədir. Çarpaz vuranda 1 minus Q bərabərdir 7Q'ya. Düzgün hesabladıq mı? Baxaq görək. Bəli. 1 bərabərdir 8Q. Q da olacaq 8'də 1. Yəni 0,1000'də 125. Qırx beş nömrəli suala baxaq. Ümumi həddi verilmiş ardıcılıqlar üçün uyğunluğu müəyyən edin. Birincidə N'in yerinə 1 qoyuruq. A1 bərabərdir. 2 üstə gəl 5 olacaq 7. 2 qoyanda A2. 2 üstə gəl 5 vur 2 12. 3 qoysaq A3. 2 üstə gəl 5 vur 3 15. 17. 12 minus 7 silsilə fərqi 5. 17 minus 12 silsilə fərqi 5. Deməli, bu ədədi silsilədir və silsilə fərqi 5'ə bərabərdir. Olacaq 1'ə uyğun gəlir BD. Baxırıq ikinciyə. A1 bərabərdir. 2 vurulsun 5 üstü mənfi 1. Yəni 2 vurulsun 5'də 1. Bu verir bizə 0,4. A2 bərabərdir. 2 vurulsun 5 üstü mənfi 2. Olacaq 2 vurulsun 5'in kvadratında 1. Yəni 2 böl 25. Bunu da elə 5'də 2 kimi saxlayaq. 5'də 2 kimi saxlayaq. Çünki bu cür daha rahat görsənir. A3 bərabərdir. 2 vurulsun 5 üstü mənfi 3. Bu da bizə verir 2 bölünsün 5'in kubu 125. 5'də 2'ni 5'də 1'ə vuranda 25'də 2 alınır. 5'də 2'ni 5'də 1'ə vuranda bəli 25'də 2. 25'də 2'ni 5'də 1'ə vuranda 125'də 2. Deməli, silsilə vuruğu Q 5'də 1'dir. Çünki hər digər hədd əvvəlkini 5'də 1'ə vurmaqla alınır. Silsilə vuruğu 5'də 1'dir və bu həndəsi silsilədir. Y variantı ikinciyə, həmçinin C variantı da ikinciyə uyğundur.
və üçüncü varianta baxırıq. A1 bərabərdir -5 üstü 1 üstə gəl 3. Bu verir bizə -2. A2 bərabərdir -5'in kvadratı 25 üzərinə 3 gələndə 28. A3 -5'in kubu -125 üzərinə 3 gələndə -122. Baxın, burada -2'nin üzərinə 30 gələndə 28, amma 28 üzərinə 30 gələndə -122 vermir. Yəni ardıcıllıq deyil bu. Daha doğrusu ədədi ardıcıllıqdır, amma silsilə deyil. A variantı da uyğun gəlir üçüncüyə. 1'ə B-dir, 2'yə C-yə, 3'ə A. Baxırıq 46 nömrəli suala. Ümumi həddi verilmiş ardıcıllıqlar üçün uyğunluğu müəyyən edin deyir. Birincisində yenə AN bərabərdir 2 vur 5 üstü 1 10. AN yox. A1. A2 bərabərdir 2 vur 5'in kvadratı 25, 2'ye vuranda 50. A3 2 vur 5'in kubu 125, 2'ye vuranda 250. 50'ni 10'a böləndə 5. 250'ni 50'ye böləndə 5. Deməli bu silsilə həm də silsilədir və silsilə vuruğu 5'ə bərabərdir. Çünki hər bir hədd əvvəlkini 5'ə vurmaqla alınır. Vurma varsa həndə silsilədir. B variantı birinciyə, bir də Y variantı da birinciyə. İkincidə yenə eyni qaydada A1 bərabərdir 2 minus 5 mənfi 3. A2 bərabərdir 2 minus 5 vur 2 10 mənfi 8. A3 bərabərdir 2 minus 5 vur 3 15 mənfi 13. İndi baxın mənfi 3'dən mənfi 8'ə üzərinə mənfi 5 gəlmək olar. Və yaxud da mənfi 8'ə mənfi 13'ə də yeni mənfi 5. Silsilə fərqi mənfi 5'dir. D variantı uyğun gəlir ikinciyə. Ədədi silsilədir. C variantı da uyğun gəlir ikinciyə. Və sonuncu, üçüncüdə. A1 bərabərdir. Mənfi 2 üstü 1 mənfi 2 üzərinə 5 gələndə 3. A2 bərabərdir. Mənfi 2'nin kvadratı 4 üzərinə 5 gələndə 9. A3 mənfi 2'nin kubu mənfi 8 üzərinə 5 gələndə mənfi 3. Burada eyni qanuna uyğunluq yoxdur. Deməli bu silsilə deyil. A variantı da üçüncüyə uyğundur. 1'ə B'yi, 2'yə DC, 3'ə A. Deməli 47 nömrəli sualda isə ilk n həddin cəmi verilib. Biz ilk n həddin cəminə görə bunun hansı silsilə olduğunu təyin etməliyik. Birinci sualda, birinci variantda daha doğrusu. Biz bilirik ki, məsələn, silsilədə birinci hədd verilibsə, A1 elə S1'ə bərabər, yəni həmin bir həddin cəmi elə S1, A1'dir. S-də n-i yəni 1 qoysaq, həmin A1'i tapmış olarıq. 3 vur 2 üstü 1 minus 1 verir bizə 3. S2 isə ilk iki həddin cəmi A1 üstə gəl A2 deməkdir. Əvvəlcə S2'ni tapırıq. 3 vur 2'nin kvadratı 4, 1 çıxırıq, olacaq 9. İndi baxın, S2 var, A1 var, A2'ni tapaq. 9 bərabərdir 3 üstə gəl A2. Buradan A2 bərabərdir 6. Deməli, birinci həddimiz var 3'dür. İkinci həddimiz var 6'dır. Üçüncü həddi tapsaq, bunun hansı silsilə olduğunu dəqiq təyin etmək mümkündür. İndi tapırıq S3'ü. S3 isə ilk 3 həddin cəmi A1 üstə gəl, A2 üstə gəl, A3'dür. Əvvəlcə S3'ü tapıram. 3 vur 2'nin kubu 8, 1 çıxanda 7. Olacaq 21. Yerinə qoyuram. 21 bərabərdir. Birinci həddimiz 3, ikinci həddimiz 6, üçüncü həddimiz yoxdur. Həmin üçüncü hədd 21'dən 9 çıxanda olacaq 12. İndi bu sırada yazıram üçüncü həddi də 12'dir. Baxın 3, 6, 12. Əgər silsilə fərqinə görə getsək 3 üstə gəl 3, 6. Amma 6'nın üzərinə 3 gələndə 12 vermir. Deməli 3 vur 2, 6, 6 vur 2, 12. Bu həndəsi silsilədir. Silsilə vuruğu da 2'yə bərabərdir. Olacaq 1'ə B variantı və C variantı. İkinci də yenə eyni qaydada S1 bərabərdir A1'ə. 1 üstə gəl 2 olacaq 3. S2 bərabərdir A1 üstə gəl A2.
2'nin kvadratı 4. S2'ni tapıram əvvəlcə. 4 üstə gəl 2 vur 2 4. S2 8'dir. 8 bərabərdir 3 üstə gəl A2. A2 olacaq 5. S3 A1 üstə gəl A2 üstə gəl A3. S3'ü tapıram. S3 3'ün kvadratı 9. 2 vur 3 6. Yəni 15. 15 bərabərdir 3 üstə gəl 5 üstə gəl A3. Buradan A3 15'dən 8 çıxanda 7. Deməli, birinci həddimiz 3'dür. İkinci həddimiz 5'dir. Üçüncü həddimiz 7. Baxın, hər digər hədd əvvəlkinə 2 gəlməklə alınır. Deməli, ədədi ardıcıllıqdır, ədədi silsilədir və silsilə fərqi 2'dir. Ədədi silsilədir, hanı? A variantı uyğun gəlir ikinciyə. Birinci həddi 4'dür deyir. Bu buna uyğun deyil. Başqa varmı? Silsilə vuruğu 3'dür. Buna aidiyyəti yoxdur. Elə 2'yə təkcə A variantı. İndi üçüncünü yoxlayaq. Üçüncü. S1 bərabərdir A1. 1 üstə gəl 3 verir bizə 4. S2 bərabərdir A1 üstə gəl A2. S2 2'nin kubu 8. 2'nin kvadratı 4. 3'e vuranda 12. Verir bizə 20. 20 bərabərdir 4 üstə gəl A2. Buradan A2 16 alınır. S3 bərabərdir A1 üstə gəl A2 üstə gəl A3. S3'ü tapıram əvvəlcə. 3'ün kubu 27. 3'ün kvadratı 9. 3'e vuranda 27. 3'ün bir dəqiqə. 3'ün kubu 27. 3'ün kvadratı 9. 3'e vuranda 27. Bəli, bu verir bizə 54. İndi yerinə qoyanda 54 bərabərdir 4 üstə gəl 16 üstə gəl A3. A3 olacaq. 4 üstə gəl 16 20. 54'dən də 20 çıxanda 34. Baxın, burada nə alırıq? Deməli, birinci həddimiz 4'dür. İkinci həddimiz 16'dır. Üçüncü həddimiz 34'dür. 16'dan 4 çıxırıq 12. 34'dən 16 çıxırıq fərqli ədəd alınır. Bu ədəd silsilə deyil. Nə də həndəs silsilə deyil. Amma birinci həddimiz 4'dür. Y variantı uyğun gəlir üçüncüyə. Deməli, silsilə vuruğu 3 heç birinə aid deyil. 1'ə BC, 2'yə A, 3'ə Y. 48 nömrəli suala baxırıq. İlk n həddin cəmi verilmiş ardıcıllıqlar üçün uyğunluğu müəyyən edindir. Birincisi S1 bərabərdir A1'ə. 3 minus 1 olacaq 2. S2 bərabərdir A1 üstə gəl A2'yə. S2 3 vur 2 6. 2'nin kvadratı 4 verir bizə 2. 2 bərabərdir 2 üstə gəl A2. Deməli, ikinci həddimiz 0'dır. S3 bərabərdir A1 üstə gəl A2 üstə gəl A3. S3 3 vur 3 9. 3'ün kvadratı 9 verir bizə 0. Yerinə qoyanda 0 bərabərdir. Birinci həddimiz 2, ikinci həddimiz 0, üçüncü həddimiz də yoxdur. Deməli, buradan üçüncü hədd mənfi 2 alınır. Ardıcılığımız olacaq 2, 0, mənfi 2. Deməli, hər dəfə 2 çıxılmaqla alınır. 2'dən 2 çıxanda 0, 0'dan 2 çıxanda mənfi 2. Silsilə fərqi mənfi 2'dir. Və bu ədədi silsilədir. C variantı. Və baxaq, silsilə fərqi varmı başqa? 48'də elə bir dənə 1'ə C variantı uyğun gəlir. Birinci hədd 2'dir. Burada birinci hədd mənfi 2 verilib. Səhvən A variantını yazmaq istədim. Elə bildim silsilə fərqi mənfi 2 yazılıb. Ona görə 1'ə C'dən başqa variant uyğun gəlmir. İkincini eyni qaydada yoxlayırıq. A1 S1 bərabərdir A1. 2 vur 3 minus 1 2 4. S2 bərabərdir A1 üstə gəl A2. S2 bərabərdir 2 vur 3'ün kvadratı 9. 1 çıxanda 8 16. 16 bərabərdir 4 üstə gəl A2. A2 olacaq 12. S3 A1 üstə gəl A2 üstə gəl A3. S3 2 vur 3'ün kubu 27. 1 çıxanda 26. Yəni 52. 52 bərabərdir 4 üstə gəl 12 üstə gəl A3. A3 52'dən 16 çıxanda verir bizə 36. Birinci həddimiz 4.
İkinci həddimiz 12, üçüncü həddimiz 36. 4'ü 3'e vursak 12, 12'ni 3'e vursak 36. Deməli, silsilə vuruğu 3'dür. D variantı uyğun gəlir ikinciyə. Və bu həm də silsilədir. Y variantı da uyğun gəlir ikinciyə. 1'ə C, 2'yə D, Y. Və üçüncünü yoxlayaq. Üçüncüdə S1 bərabərdir A1, 1 minus 3 mənfi 2. S2 bərabərdir A1 üstəgəl A2. S2, 2'nin kubu 8, 2'nin kvadratı 4, 3'e vuranda 12, mənfi 4. Mənfi 4 bərabərdir mənfi 2 üstəgəl A2. A2 olacaq mənfi 2. S3, A1 üstəgəl A2 üstəgəl A3. S3 bərabərdir. 3'ün kubu 27, 3'ün kvadratı 9, 3'e vuranda 27. S3 0 oldu. Yerine qoyanda 0 bərabərdir. Mənfi 2 üstəgəl mənfi 2 üstəgəl A3. Deməli, buradan A3 olacaq müsbət 4. Deməli, birinci həddimiz mənfi 2'dir. İkinci həddimiz də mənfi 2'dir. Üçüncü həddimiz 4'dür. Düzgün aldıqmı? Birinci həddimiz 1 minus 3 mənfi 2 düzdür. İkinci həddimiz S2'ni qoyan 2'nin kubu 8, 2'nin kvadratı 4 vur 3, 12, mənfi 4. Mənfi 4 bərabərdir mənfi 2 üstəgəl A2. Mənfi 2'dir ikinci həddimizdir. Deməli, bu nə ədədi silsilə, nə həndə silsilə deyil. Sadəcə birinci həddi mənfi 2'dir. A variantı uyğun gəlir üçüncüyə. Və silsilə vuruğu 2 heç birinə uyğun gəlmir. 1'ə C, 2'yə D-yi, 3'ə A. 49 nömrəli suala baxırıq. Diaqramda silsilə vuruğu 2'də 1 olan həndə silsilənin hədlərinin nömrələri verilmişdir. Q bərabərdir 2'də 1. Və diaqrama baxıb görürük ki, cədvəldə, yəni M neçəyə bərabərdir? M 13'dür. N 9'dur. K 15'dir. P də 11. Yəni B13 minus B9 bölünsün. B15 minus B11 bərabərdir. B13, B1 vurulsun Q üstü 12. B1 vurulsun Q üstü 8. B1 Q üstü 14. B1 Q üstü 10. B1 Q üstü 8 orta quruq çıxır. Qalır Q üstü 4 minus 1. B1 Q üstü 10 orta quruq çıxır. Qalır Q üstü 4 minus 1. Q üstü 4 minus 1'lər, B1'lər ixtisar gedir. Q üstü 8, Q üstü 10'a böləndə yuxarıdakı Q'ların hamısı getdi. Aşağıda Q'nun kvadratı qaldı. Q da 2'də 1'dir. 2'də 1'in kvadratı 4'də 1. 1'i 4'də 1'ə böləndə 4. Baxırıq 50 nömrəli suala. 3'ə bölünən natural ədlər ardıcılığı verilmişdir. Bu ardıcılığın ilk neçə həddinin cəmi 165 olar. Məsələni ədədi silsilənin ilk n həddinin cəmini tutulan istifadə edərək həll edindir. Deməli, 3'ə bölünən natural ədədlər 3 üstəgəl 6 üstəgəl 9. Burada neçə dənə ədəd var bilmirəm. Bunların cəmi 165'dir. Bizdən buradakı ədədlərin sayını soruşur n. Deməli, bu sıranın birinci həddi 3'dür. Silsilə fərqi 3'dür. Sn 165'dir. Sn bərabərdir 2A1 üstəgəl n minus 1 vur D böl 2 vur n. 165 bərabərdir 2 vur 3 üstəgəl 3n minus 1 böl 2 vur n. 165'i 2'ye vuranda 330 bərabərdir. N vurulsun 6 üstəgəl 3n minus 3. 330 bərabərdir. N vurulsun 3n üstəgəl 3. Vurub açırıq. 3n kvadratı üstəgəl 3n minus 330 bərabərdir 0. Hər tərəfi 3'ə böləndə n kvadratı üstəgəl n minus 110 bərabərdir 0. Köklər 11 və 10'dur. Cəmi mənfi 1 verməlidir. Deməli 11 mənfidir. Bu 11 kənar köklü mənfi olduğuna görə n olacaq 10. Deməli, ilk 10 həddini toplasaq, cəm 165 olacaq. Cavab 10'a bərabərdir. 51 nömrəli sualda 7'yə bölünən natural ədədlər ardıcılığı verilib.
Birincisi 7, 14. Belə yazaq. 7 üstəgəl 14 üstəgəl 21. Burada neçə dənə ədəd var bilmirəm. Bunların cəmi deyir ki 252-dir. Burada n sayda ədəd var. Bizdən həmin ədədlərin cəmini soruşur. Daha doğrusu sayını soruşur. Sn bərabərdir 2a1 üstəgəl n-1 vur d böl 2 vur n. Snimiz 252-dir. 2 vur birinci əddimiz 7. Silsilə fərqi, aralarındakı fərq 7-dir. n-1 böl 2 vur n. Çarpaz vuranda olacaq 2 vur 2 4, 5, 1 yadda 504. 14 üstəgəl 7n-7 vur n. Buradan alırıq ki 504 bərabərdir 7n üstəgəl 7 vurulsun n. Hər bir həddi 7-yə bölək. 7-yə böləndə 7 dəfə 49, 14-də 7 2 dəfə bərabərdir. N plus 1 vurulsun n alınır. N kvadratı üstəgəl n minus 72 bərabərdir 0. Deməli, burada n və n plus 1-dirsə, bu o deməkdir ki, bu iki ardıcıl ədəddir. Bunlar 8 və 9 ola bilər. Cəmi -1, hasili -72 versin. 9 mənfi olduğuna görə kənar kökdür. Deməli, n 8-ə bərabərdir. Bizə nə soruşurdu? İlk neçə həddini? Deməli, ilk 8 həddini toplamaq lazımdır ki, cəm 252 versin. 52 nömrəli suala baxırıq. Avtomobil 1-ci saatda 60 km, hər sonraki saatda əvvəlkindən 8 km çox yol getdi. 2-ci saatda 68, 3-cü saatda 76 və bu cəmi 480 km məsafə qət etdi. Bu cəmi 480 km məsafə qət etdi. Bizdən soruşur ki, bu məsafəni neçə saata qət etdi? Yəni, neçə saat vaxt sərf edib buna? Deməli, bu ədədi ardıcıllıqdır, ədədi silsilədir. Çünki aralarındakı fərq eynidir. A1 60, A2 68 olduğuna görə D 8-dir. Deməli, SN 480-dır. İndi hesablayaq. SN bərabərdir 2A1 üstəgəl n-1 vur D böl 2 vur n. 480 bərabərdir 2 vur 60 120 üstəgəl 8 n-8 bölünsün 2 vurulsun n. 480 bərabərdir 120-dən 8 çıxanda və yaxud da 120-ni 2-yə bölürük 60, 8-ni 2-yə böləndə 4n, 8-i 2-yə böləndə 4 vurulsun n. 480 bərabərdir 56 üstəgəl 4n vurulsun n. Hər tərəfi 4-ə bölsək və yaxud da belə vurub açaq sağ tərəfi, yəni 56n üstəgəl 4n kvadratı, 4-ə böləndə 120 bərabərdir 14n üstəgəl n kvadratı. N kvadratı üstəgəl 14n minus 120 bərabərdir 0. Köklər olacaq 6 və 20, çünki cəmi 120, hasil 120 verilib, cəm -14 olmalıdır, deməli 20 mənfi kökdür. Mənfi olduğuna görə bu kənar kökdür. N olacaq 6. N6 nə deməkdir? Deməli, bu 480 km məsafəni 6 saata qət edəcək. Baxın, burada 60, bunlar getdiyi yollardır, yəni. Yolda 60 km, 68 km. Bu 1-ci saatda getdiyi yol, 2-ci saatda getdiyi yol, 3-cü saatda getdiyi yol. Bunların hamısını toplayırıq. Çünki hər sonraki saatda deyir, əvvəlkindən 8 km çox getdi. Deməli, cəmi 480 km məsafəni 6 saata qət edir. Baxırıq növbəti suala, 53 nömrəli sual. Ədədi silsilənin ilk 10 həddindən tək yerdə duran hədlərin cəmi 25-dir. A1 üstəgəl A3 üstəgəl A5 üstəgəl A7 üstəgəl A9 bərabərdir 25. Cüt yerdə duran ədlərin cəmi A2, A4, A6, A8, A10 bərabərdir 40-dır. Silsilənin birinci əddini soruşur. Deməli, biz burada bilirik ki, sonlu ədədi silsilədə və ya sonlu həndəs silsilədə eyni uzaqlıqda duran ədlərin cəmi bir-birinə bərabərdir. Yəni, A1 üstəgəl A9, A3 üstəgəl A7-yə bərabərdir. Çünki sonlu ədədi silsilədir və eyni uzaqlıqda dayanıb. Və indeksləri cəmi də bərabərdir. Yəni, həmçinin o qaydanı da tətbiq etmək olar. A1-nin A9-da indeksləri cəmi 10-dur, A3 üstəgəl A7-də də 10-dur. Ona görə onlar bir-birinə bərabərdir.
Həmçinin yaza bilərik ki, bunlar baxın hər ikisi A5-dən eyni uzaqlıqdadır. Düzdürmü? A5-dən eyni uzaqlıqdadır. Deməli, həmin A5 bərabərdir A1 üstəgəl A9-un yarısı. Həmçinin həmin A5 A3 üstəgəl A7-nin yarısına bərabərdir. Deməli, biz birinci ifadədə A1 üstəgəl A9-un yerinə yazacağıq 2A5. Çünki buradan çarpaz vuranın 2A5 üstəgəl. A3 üstəgəl A7-nin yerinə yenə 2A5. Üstəgəl, bir də ortadakı A5 bərabərdir 25. 5A5 bərabərdir 25-ə. 5-ci həddimiz 5-ə bərabərdir. Baxırıq ikinci ifadəyə. İkincidə də eyni qaydada A2, A10-un cəmi A4, A8-in cəminə bərabərdir. Həmçinin A6-dan da onlar eyni uzaqlıqda olduğuna görə A6, A2 və A10-un cəminin yarısına, həmçinin A4 və A8-in cəminin yarısına bərabərdir. A2 üstəgəl A10-un yerinə yazıram 2A6. A4 ilə A8-in yerinə yazıram 2A6. Çünki buradan çarpaz vuranda 2A6, həmçinin bunları ayrıca çarpaz vuranda 2A6. Bir də ortadakı A6 var, bərabərdir 40. 5A6 bərabərdir 40-a. A6 olacaq 8. A5 var, A6 var. Sizlə fərqini tapa bilirik. A6 minus A5. 8 minus 5, 3. Bizdən A1 soruşulur. A5, A1 üstəgəl 4-dəyə bərabərdir. 5 bərabərdir. A1 üstəgəl 12. A1 olacaq -7. Sizlərin birinci həddini soruşur. Cavab -7-yə bərabərdir. 54 nömrəli suala baxırıq. Bu da eyni tipli sualdır. İlk 10 həddindən tək yerdə duran hədlərin cəmi 45-dir. Buradan bunları silirəm. Ədədlərin yerini dəyişəcəm. Yəni, eyni qaydada hesablanır. Deməli, tək yerdə duran hədlərin cəmi deyir ki, 45-dir. Cüt yerdə duran hədlərin cəmi 60. Silsilənin birinci həddini soruşur. Yenə eyni qaydada A1 üstəgəl A9-un yerinə 2A5 yazıram. A3 üstəgəl A7-nin yerinə 2A5 yazıram və üstəgəl A5 bərabərdir 45. 5A5 bərabərdir 45-ə. A5 olacaq 45-i 5-ə böləndə 9. Və eyni qaydada ikincisi üçün də bunu yazıram. Yəni A2 üstəgəl A10-un yerinə baxın. A2 və A10 A6-dan eyni uzaqlıqda olduğuna görə A2 üstəgəl A10-un yerinə 2A6 yazıram. A4 üstəgəl A8 də A6-dan eyni uzaqlıqda olduğuna görə yenə onların yerinə 2A6 yazıram. Üstəgəl A6 bərabərdir 60. 5A6 bərabərdir 60-a. A6 olacaq 12. A6 var, A5 var. D-ni tapırıq. A6 minus A5. 12-dən 9 çıxanda 3. Deməli, bəli, 12-dən 9 çıxdıq 3. İndi bizə A1 lazımdır. A5 bərabərdir A1 üstəgəl 4-dir. 9 bərabərdir A1 üstəgəl 12. A1 olacaq -3. Silsilənin birinci həddi -3-ə bərabərdir. 55 nömrəli sualda cüt sayda həddi olan sonlu ədədi silsilənin cüt nömrəli hədlərinin cəmi tək nömrəli hədlərinin cəmindən 195 vahid böyükdür. Baxın, cüt sayda həddi olan sonlu ədədi silsilə. Deyək ki, cüt nömrəli hədlərinin cəmi, yəni A2, dəyişim. A2, üstəgəl A4, üstəgəl A6. İndi neçə dənə hədd var bilmirəm, amma sonlu saydadır. Bunların cəmi deyir ki, tək yerdə duran hədlərin cəmindən, yəni A1, üstəgəl A3, üstəgəl A5, üstəgəl bunlardan 95 vahid böyükdür. Deməli, tək hədlərin üzərinə 195 gəlməliyəm ki, cüt nömrəli hədləri alım. Çünki cüt nömrəli hədlər tək nömrəli hədlərdən böyükdür. Silsilənin fərqi D13 olarsa, bizdən onun hədlərinin sayını soruşur. Yəni, neçə hədd var? N bərabərdir sual. Burada sağ tərəfdəki ifadəni sol tərəfə keçirsək, A2 üstəgəl A4 üstəgəl A6 minus A1 minus A3 minus A5 bərabərdir 195 alınır. A2-ni A1 ilə qruplaşdıraq. A2 minus A1 üstəgəl A4-ü A3 ilə qruplaşdıraq. A4 minus A3 üstəgəl
A6-nı A5-dən qruplaşdıraq. A6 minus A5 və bu belə davam edir. Yəni bu cəm 195-ə bərabərdir. A2 və A1 ardıcıl ədlərdir. A4, A3 ardıcıl ədlərdir. A6, A5 ardıcıl ədlərdir. Bu fərq bizə nə verir? Silsilə fərqi D-ni verir hamısı. Düzdürmü? Deməli, bu A-lar n dənə hədd varsa, ikisi qruplaşdırıb bir dənə D verirsə, D-ni vururam. Bu D-lərin sayı A-ların sayının yarısına bərabərdir. Çünki məsələn 2 dənə A, 2 hədd bizə bir dənə D-ni verir. 2 hədd bir dənə D-ni verir. Ona görə əgər n dənə A varsa, D-lərin sayı həmin A-ların yarısı qədərdir. Yəni n böl 2 qədər. N dənə A varsa, n böl 2 qədər D var. Bərabərdir 195-ə. Məsələn, buna belə yanaşa bilərik. Təkcə A4 minus A3-lə üstə gəl A2 minus A1 olsaydı, məsələn 4 həddən ibarət silsilə olsaydı, bu bizə nə verir? D. Bizə nə verir? Bu da D verir. 4 dənə hədd var, amma 2 dənə D var. Yəni D-lərin sayı hədlərin sayının yarısıdır. D-ni veriblər bizə 13, vurulsun n böl 2 bərabərdir 195. N böl 2 bərabərdir 1 dəfə 15. N də olacaq 30. Bizdən də hədlərinin sayını soruşurdu. Deməli, bu silsilənin 30 həddi var. 56 nömrəli suala baxaraq. Su damlasının suya düşməsi nəticəsində radiusu eyni ədəd qədər artan konsentrik çevrilər əmələ gəlir. Deməli, su damlası suya düşüb və bu cür konsentrik çevrilər əmələ gəlir. Konsentrik çevrilər nədir? Mərkəzləri üstə düşən çevrilər. Deməli, bu çevrələrin radiusları eyni ədəd qədər artır. Deməli, bu ədədi silsilə əmələ gətirir. Çünki deyir ki, burada radiusu eyni ədəd qədər artan. Eyni ədəd qədər artırsa, deməli, bu ədədi silsilədir. 3-cü və 5-ci çevrələrin uzunluqları cəm 36 pi-dir. Çevrənin uzunluğu nədir? 2 pi r. Əgər radiuslar ədədi silsilə əmələ gətirirsə, deməli, onların uzunluqları da eyni qədər artacaq. Uzunluqları da ədəd silsilə əmələ gətirəcək. 3-cü və 5-ci hədlərin cəmi, yəni A3 üstə gəl A5 bərabərdir 36 pi-yə. 2-ci və 7-ci çevrələrin uzunluqları cəmi 40 pi-dir. A2 üstə gəl A7 bərabərdir 40 pi. Damlanın yaratdığı birinci çevrənin uzunluğunu soruşur. Əvvəlcə buradan bunları sadələşdirək. A1 üstə gəl 2-dir, üstə gəl A1 üstə gəl 4-dir, bərabərdir 36 pi. Buradan 2A1 üstə gəl 6-dir, bərabərdir 36 pi. Rəkibini saxlayaq belə. A1 üstə gəldi, üstə gəl A1 üstə gəl 6-dir, bərabərdir 40 pi. 2A1 üstə gəl 7-dir, bərabərdir 40 pi. Bunlar alt-alta yazaq. 2A1 üstə gəl 6-dir, bərabərdir 36 pi-yə. 2A1 üstə gəl 7-dir, bərabərdir 40 pi. Tərəf-tərəfə çıxsaq, D bərabərdir 4 pi alırıq. D 4 pi-dirsə, yerinə qoyub A1-i tapa bilirik. Yəni 2A1 üstə gəl 24 pi, bərabərdir 36 pi-yə. Buradan 2A1 bərabərdir 12 pi-yə. A1 olacaq 6 pi. Birinci çevrənin uzunluğu, baxın, ən balaca çevrə bundan söhbət gedir. Bu da elə A1-ə bərabərdir, yəni 6 pi. Və sonuncu suala baxırıq. 57 nömrəli sualda deyilir ki, stəkan su ilə doludur. Hər addımda stəkandakı suyun yarısı boşaldılır. 14-cü addımda stəkanda qalan suyun miqdarı 8-ci addımda qalan suyun miqdarına neçə dəfə az olar? Stəkanda nə qədər su var bilmirik. Stəkandakı suyu işarə edirəm 1 ilə. Deyək ki, məsələn 1 litr su var. İndi deyir ki, hər addımda yarısı boşaldılır. Yarısı boşaldılıbsa nə qədər qalır? 1-in yarısı, yəni 1-in yarısı 2də 1 deməkdir. 2də 1 boşaldılıbsa 2də 1 qalır. Sonra ikinci addımda yenə 2də 1-in yarısı 4də 1 qalır. 4də 1-in yarısı 8də 1 və bu belə azala-azala gedir. Bu ədədlərə fikir versək görürük ki, bu ədədlər həndəsi silsilə gətirir. Yəni, hər ikincidən başlayaraq hər bir hədd əvvəlkini 2də 1-ə vurmaqla alınır. Deməli, silsilə vuruğu 2də 1-dir. Və 14-cü addımda stəkanda qalan su 8-ci addımda stəkanda qalan sudan daha az olur. Yəni, bunu bilirik. Deməli,
B14-ün B8-ə nisbətini tapmalıyıq. B14, B1 vurulsun Q üstü 13. B8 də B1 vurulsun Q üstü 7. B1'lər ixtisar gedir. Q üstü 6 qalır. Q da 2-də 1-dir. 2-də 1 üstü 6 verir bizə 1/64. Deməli, 14-cü addımda stəkanda qalan suyun miqdarı 8-ci addımda qalan suyun miqdarından 64 dəfə az olacaq. Cavab 64. Dərsimiz bu qədər. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.